Ha, işləyir, tamam. Onda Başlaya bilərik. Nihat, şeydən əvvəl o 5 dəqiqə 5 dəqiqə danışmamışdan əvvəl bir dənə ümumi bir dənə giriş eləyək. Bəli, Sonra başlayaq. Necə bəli. məsləhət görürsən? Bu arada razılaşdığımız mövzuya görə də istəyirsənsə izləyicilərimizin də yəni uyğun olması anlayış məsələsinə görə minimal termin və standart debat formatında Yox, yox, zaten danışaq. ha. Yəni minimal termin olsun, mən demirəm termin olmasın, amma terminlərin mütləq formada izahını verək ki, yəni bizi izləyən adam başa düşsün də. Yəni burada ən azından 120 səndə, 80 məndə 200 nəfər adamın, yəni rahat bilirəm ki, bu 170-i başa düşməyəcək o terminləri. Bəli. Yəni ona görə izah vermək lazımdır. Mən bir dənə ümumi giriş eləyim. Deməli, keçən dəfəki debatımıza baxanlar bilirlər. Keçən dəfə Tanrıdan ontoloji varlıq kimi ələ almışdıq. Ontoloji varlıq kimi dəyərləndirmək olarmı, olmazmı bu barədə danışmışdıq. Nəticəni təbii ki, izləyicilər qiymətləndirə bilərlər. Bizim deməyimiz ki, ha mən düz deyirdim, ya Çevik desin ki, mən düz deyirdim, bu doğru olmaz. Ona görə izləyicilər əgər izləyiblərsə birinci debatı, azdan çoxdan mövzu haqqında bilirlər. Və sonra mövzumuz gəldi ki, ikinci yayımda, yəni növbəti yayımda biz nədən danışaq? Ortaq məxrəcə gəldi ki, əgər Tanrı varsa və varlıq aləmini yaradıbsa, mütləq formada varlıq aləmində Tanrının imzaları olmalıdır. Və bu yayımda da biz o imzalardan danışaq. Həqiqətənmi Tanrının varlığının imzaları var ya yox? Bunu müəyyən eləmək üçün bu yayıma başlamışıq. İnşallah ki, maraqlı olar. Deyək, əlavən varsa sən də əlavə elə. Əlavə mən iki mövzudadır. Bir, Tanrının imzası və izi, yəni imzaları olmuş olması lazımdır. Və başlanğıcda da ümumiyyətlə Tanrının özü də bir var olmuş olmalıdır. Yəni mən açacağım, quracağım argumentasiya real bir obyekt olmalıdır. Yəni burada ontoloji çıxarış falan söhbətlərində girməyəcəm, ehtiyac görmürəm onu. Ki həm daha bilgiləndirici debat olsun, həm izləyicilər baxımından, həm də bizim üçün daha zövqlü bir diskussiya keçsin. Bu səbəbdən Tanrının varlığı və varsa izləri və ya Tanrının varlığına dair hər hansısa bir dəlilləndirmə prosesi və onun geridə buraxdığı izlər, yaratdığı və ya kainatla bağlı hər hansısa bir şey. Bu istiqamətdən davam edə bilərik. Və birinci olaraq da sizin başlamanız uyğundur ki, digər əvvəlki yayında mən başlamışdım, siz son bitirmişdiniz. Okey. Onda elə birinci mən Tanrının imzasından danışım. Daha sonra sən istəsən başqa mövzuya girərsən. İstəməsən heç də bu mövzunu elə davam eləyərik ki, Tanrının imzası varmı varlıq aləmində yoxmu? Bəli. Başlayaq. Bəli. Deməli dostlar, keçən dəfə də debatda qeyd elədim nələr olduğunu. Biz ümumi varlıqdan danışdıq və belə qərar aldıq ki, bugün artıq biz Tanrının imzasından danışacağıq. Həqiqətən də əgər Tanrı varlıq aləmini yaradıbsa, xəlq elibsə, burada mütləq formada Tanrının izləri olmalıdır və imzası olmalıdır. Belə bir imza ki, biz ona baxdığımız zaman orada Tanrını görək. Yəni bilək ki, bu artıq Tanrının imzasıdır. Burada başqa biri ola bilməz. Mən keçən dəfə Tanrının tərifini verdim. Tanrı nədir? Tanrı deyəndə nəyi qəsd edirik biz? İndi o yayıma baxanlar baxıblar, baxmayanlar YouTube-a yerləşdirəcəm, yenidən baxarlar. Mən ümumiyyətlə bir şey deyim ki, biz Tanrının imzasından danışanda təbii ki, argumentasiyalarımız rasional olacaq, yəni əqli argumentlər olacaq. Niyə görə? Çünki Tanrı özü fiziki bir varlıq olmadığına görə, maddi bir varlıq olmadığına görə, biz təbii ki, Tanrının nə əlini görə bilərik bu dünyada, nə ayağını görə bilərik, nə onun əlində bir qələm görə bilərik ki, gəldi harasa imza atdı Tanrı. Bunu müşahidə etmək mümkün deyil. Biz ancaq nə cür bunu bilə bilərik? Proseslərə baxa bilərik, varlıq aləmindəki nüanslara, müddəalara baxa bilərik və bu müddəalardan bu çıxarış eləyə bilərik ki, bəli, Tanrı var. Necə ki, bugün müasir science-ında, belə deyək də, müasir elmin də işləmə prinsiplərindən əsası budur. Misal verim, məsələn, Big Bang nəzəriyyəsi. Yəni, böyük partlayışın olduğunu heç kim müşahidə eləməyib, amma ortada olan nüanslardan, məsələn, kainatın genişlənməsindən, kainatın mərkəzindəki o qırmızı, belə deyək də, işıqdan və s. məsələlərdən bu qənaətə gəlirlər ki, bəli,
Big Bang baş verib, amma Big Bang'in özünü müşahidə eləməyiblər və yaxud təkamül nəzəriyyəsi də eynən, yəni genetik oxşarlıq, fosillerdəki bənzərlik və sair məsələlərdən bu çıxarış eləyirlər ki, insan özündən öncəki primatlardan belə deyək, təkamül eləyib. Bunlar hamısı əqli çıxarışlardır. Yəni biz necə ki, təkamülü bəzi nüanslara baxaraq, bəzi izlərə baxaraq müşahidə edə bilirik və yaxud Big Bang-i Tanrının da eyni bu cür, Tanrının imzasını da bu cür müşahidə eləməliyik. Mən burada iki mövzuya toxunacağım təməl. Tanrının varlıq aləmindəki imzasından danışanda əsas iki mövzuya toxunacağam. Birinci, ilk mövzuma toxunum, ondan sonra isə artıq ikinci mövzuya toxunacağam. Mənim ilk mövzum nədir? Mənim ilk mövzum budur ki, kainatın anlaşılan olması. Varlıq aləminin, yəni bizim kainatımızın anlaşılan olması bu kainatın arxasında ağıllı bir məqsədin və dizaynerin olduğunu göstərir. Və bu çıxarışı hardan çıxardırıq biz? İstənilən təsadüfi ortaya çıxmış bir şey, adi, misal üçün, ruçkanı atım göyə düşsün, təsadüfən yerə xəttlər çəksin kağızın üzərində. Bu kağızla Leonardo da Vinci'nin Mona Lisa əsəri arasında fərq var. Təməl fərq nədir? Bu kağızda ruçkanın təsadüfən, qələmin təsadüfən xətt çəkdiyi kağızda olan şəkili anlamaq olmur, mümkün deyil. Amma Mona Lisa tablosunda olan şəkili, yəni Da Vinci'nin rəsm əsərini başa düşmək olur, yəni anlaşılandır. Və yaxud mən telefon əlimdən düşsün yerə, sizə mesaj yazdığım yerdə təsadüfi harasa toxunsun, knopkalar basılsın və mesaj geçsin. Bunu heç bir insan oxuya bilməz ki, burada mənə nə yazılmışdı. Amma məsələn, mən yazsam ki, salam, çevik, necəsən, bunu rahatlıqla başa düşərsən. Yəni, burada təməl olan iki fərq budur ki, anlaşılanlıq və anlaşılan olmaması iki nüansı. Və burada indi əsas toxunmalı olduğumuz nüans budur ki, bir şey nə zaman anlaşılan olur, bir şey nə zaman başa düşülən olur, biz onu anlayırıq, başa düşürük. Burada ağlın bizə dediyi budur ki, yəni məntiq qanunlarından çıxarış eləyərək dünyada müşahidə elədiyimiz hər bir şey bizə bunu göstərir. Və bu da məntiqin eyniyyət qanunu ilə isbat olunur ki, bir şeyin arxasında məqsəd varsa, mütləq formada o başa düşüləndir. Yəni, başa düşülənliyin təməl qayəsi məqsəd əsasında olmasıdır. Və bizim kainatımızda, bizim dünyamızda insanlar da başa düşülən olduqlarına görə mən bu qənaətdəyəm ki, kainatın arxasında bir məqsəd var və məqsəd də birbaşa şuurun göstəricisidir. Yəni, kainatı yaradan bir varlıq ağıllı və şuurlu bir varlıqdır. Eynən bizim dediyimiz Tanrı ki var, ağıllı, şuurlu və əzəli. Kainatın başlanğıcında duran varlıq həmin bu varlıqdır ki, biz buna Tanrı deyirik. Əks halda əgər kainatın başında bir məqsəd olmasaydı, kainat təsadüfən formalaşmış olsaydı, onda kainat başa düşülən olmamalıydı. Və bu da Tanrının, mənə görə, kainatın başa düşülən olması Tanrının ən böyük imzasıdır. Gözəl, gözəl. Teşekkürler destek herkese, var olasınız. Teşekkür ederim. Argumentasiyonu ağıllı dizayner veya ağıllı dizayner üstündən qurursunuz, belə anladığım qədərilə. Ağıllı dizayner deyəndə daha çox məqsəd üzərindən, yəni başa düşülənlik və məqsəd. Anladım. Bu biraz analogiya deyil. Zaten bəs mən əvvəldə dedim axı ki, bizim çıxarışlarımızın bir çox analogiyalar. Məsələn, Big Bang analogiyalar deyil. Xeyr. Nə iləndir bə? Big Bang'in varlığı, yani Big Bang'in ortaya koyduğu neticeler müşahede olmuyor bak. Okey də, başa düşülənliyi də müşahidə edə bilirsən o. Bəli. Deməli, ikisi də müşahidə olunub və ikisindən də çıxarış edirik. Biz Elə Big Bang'in nəticələrini müşahidə edərək Big Bang'in olduğu qənaətinə gəlirik, başa düşülənliyi müşahidə edərək Tanrının varlığına qənaət götürürük. Xeyr, biri metafizik fərziyədir, bir ontoloji faktdır. Bax, yenə gəldik metafizik fərziyyə və ontoloji. Bunu sən bu cür kateqoriyalandırırsan. Yəni sən bunun adını bu cür qoyursan ki, ha bu belədir, bu belədirsə vəssalam artıq bitdi. Deməli bu doğrudur, bunu şübhə altındadır. Mən bu cür yanaşmağı doğru görmürəm. Olar. Bir şey, yox. Səsim gəlmir yenə, səsim necə gəlmir? Gəlməyə bilməz, gəlir.
Yox, səslər gəlir normal. Səslər hər iki tərəfdən gəlir. Səslə qaydasında da hər şey. Bu arada PK'da yanıltdın məni. Bu da müsəlmanların mənə dəstəyi, görsənmi? Müsəlmanları biraz daha geniş sevindirin, dəstək olacaqlar. Bəli. Yox, belə bir sadəcə sənin elmi səsin batıb. Batmalı dələ mən növbəm də ölər. Növbə ilə. Hə dostlar, Zəfər turu qutarsın 30 saniyə. Sonra 5 dəqiqə artıq Çevikin vaxtı başlayır və 5 dəqiqə Çevik bu barədə öz mülahizələrini bildirəcək bizə. Sadəcə olaraq bu Zəfər turun vaxtı olaraq qoymuşuq. Yəni 3 dəqiqə ərzində artıq 5 dəqiqə ki danışdıq. Bir 3 dəqiqə nəfəs ala bilək, ondan sonra artıq yenidən mövzuya qayıdaq. Bəli. Bu arada Zəfər turumuz bitdi. Bəli. Başlayaq. Başlayaq. Mən belə başlayacağım mövzuya. Çünki siz argumentasiyanı ağıllı dizayner üstündən qurursunuz. Ağıllı dizayner üstündən argument qurmaq üçün ağıllı dizayner məsələsində ontoloji fakt olaraq təqdimatın arxası doldurulmalıdır. Yəni bir fakt olaraq olması üçün. Yəni bir epistemik dayanaq olmalıdır. Dəlillendirilə bilməlidir. İkinci məsələ bundan ibarətdir ki, ağıllı dizaynerin, ortada bir dizaynin olması dizayner gətirib çıxardı. Dizaynin səbəbinə deyil. Bir obyekt öz-özünə dəlildir. Səbəbinə dəlil deyil. Eğer bir dizayner reallıq obyekt kategorisine alırsınızsa, bu bir dizayn öz-özünə dəlil olacaq. Bir dizayn vardır, yəni X bir şey vardır. X bir şey, var olan X bir şey öz-özünün dəlili ola bilər. Səbəbinin dəlili ola bilməz. Biz səbəb kimi ortaya koyduğunuz Tanrı konseptini, Tanrı anlayışını müzakirə eləyəsi olsa, o zaman siz Tanrı anlayışını hər hansısa bir sübuta bağlamalısınız, bir fakta bağlamalısınız. Sübuta bağlamaq üçün ya elmi metodikadan istifadə etməlisiniz və ya hər hansısa bir iddianızın arxası məntiq çərçivəsində doldurulmalıdır. İddia qoyursunuzsa. Bu dəqiqəyə görə, yəni hal-hazırki vəziyyətə görə sizin iddianız metafizik bir fərziyyədir. Yəni ontoloji bir fakt deyil. Çünki epistemik də bir dayanıq olmayan heç bir şey ontoloji fakt olaraq dəyərləndirilə bilməz. İkincisi, Tanrı özü real bir obyekt değildir. Real obyekt olmadığına göre hər hansısa bir dəlillə də tabi değil. Hər hansısa bir fiziksel dəlillə də tabi değil. Burada iki çıxış yolu təqdim oluna bilər. İki çıxış yolu bundan ibarət ki, metafizik olması belə onu dəlildən ya da sorğulanmaqdan azad eləmir. Yəni bir şeyin metafizik olması onu sorğulanmaqdan azad eləmir. Bəlli bir çərçivədə sorğulana bilməlidir, bəlli bir çərçivədə açıqlaması verilə bilməlidir. Və ikincisi, metafizik olsa belə sizin yaratmış və təsvir olaraq verdiyiniz, yəni bir sifət yüklədiyiniz bir Tanrı konsepti var ortada. Əzəli, əbədi və hər şeyi yaratmış. Yaratma şəkilləri də daxil olmaqla və ya yaratmış olduğunu iddia elədiyiniz hər hansısa bir şeydə dəlillendirilə biləcək bir dəlil qoyulmalıdır ortaya. Əgər dəlil qoyula bilmirsə, bu artıq sizin seçiminiz olur. Məntiq də bildiyiniz kimi belə işləyir. Deduktiv və abduktiv söhbəti var burada. Yəni bunun zəruri deyil, mütləq deyil, amma mən belə seçirəm. Mümkün olan ən yaxşı izah bu mənim üçün belədir. Belə qəbul edirəm və belə seçirəm. Bu artıq fakt deyil, bu sizin seçiminizdir. Sizin seçiminiz olması bu varlığın var olduğu anlamına gəlmir. Ortada bir varlıq varsa, varlığın bir neçə istiqamətdə dəlilləndirilməsi aparılmalıdır. Metafizik fərziyyədirsə sorğulanmalıdır və sorğulana bilinməlidir. Sorğulaya bilməyin bəlli kateqoriyalar olmalıdır, bəlli meyarları olmalıdır. Metafizik varlıq olsa belə müdaxilələri və izləri belli olmalıdır. En azından minimal seviyede hər hansısa bir müdaxilə izindən bir söhbət edə bilməliyik. Kainatda bir şuurun olması, kainatda bir dizaynın olması ki bunlar ayrı bir müzakirə mövzusudur. Başlı başına, tek başına bir diskursiya mövzusudur. Ama bir dizaynın olması ya da bir kainatın olması kainata sübuttur. Bir dizaynın olması dizayna sübuttur. Dizaynın səbəbinə sübut değil. Bu sizin səbəb olarak koyduğunuz şeyi sorgulamağı qadağan eləmir. Eyni zamanda ispat tələbi də qoyur. Çünki metafizik olmasına rəğmən
metafizik bir fərzi olmasına rəğmən ontolojik bir çıxarış verirsiniz, ontolojik kateqoriyaya salırsınız, yəni bir varlıq kateqoriyasına salırsınız ki, belə bir varlıq var. Amma varlıq kateqoriyası epistemik səviyyədə bir bilgiyə dayanmalıdır. Bu bilgilərin mənşələri nələrdir və bu isbatlar hardan başlayır? Digər bir məsələdə Big Bang və ya insan varlığı, təkamül kimi mövzularda tanrı varlığı və tanrı müdaxiləsi də danışıla bilər ki, danışanda bunu bəlli dəlillərlə verməlisiniz. İstər molekulyar səviyyədə, istər makro səviyyədə, istər biyogenetiğin ümumi səviyyəsində və ya astrofizik mövzusunda bir dəlil verəcəksinizsə, yenə də dəlil obyektin özündən deyil, səbəbindən olması lazımdır. Bir obyekt özü-özünə dəlil deyildir. Sadəcə özü-özünə dəlildir. Səbəbinə dəlil deyildir. Mən argumentasiyam bu xəttə davam edəcək. Və fərziyə, metafizik fərziyə belə olsa dəlil tələb olunur. Ontoloji fakt çərçivəsində sala bilməyimiz üçün və ya ontoloji fakt olaraq dəyərləndirməyimiz üçün bəlli bir izi varsa iz tələb olunur. İzin dəlilləndirilməsi tələb olunur. Yoxsa, yəni əksi halında bu sizin seçiminiz olaraq qalacaq. Yəni mən belə seçirəm və ya mənim üçün ən yaxşı izah budur kateqoriyasında qalacaq. Yadiko, teşekkürlər dəstəyin üçün. Sən də vaxtın yükünləşdin. Mən bilmirəm, bu zəfər turunu tez keçmək olur yoxsa yox. Səs, mikrofon yenə unutmuşsunuz. Mikrofonu açmaq unutmuşsunuz. Açıqdıq mikrofon. Hə, açıqdır. Məndə sorun varmış. Məndə problem. Yox, açıqdır məndə. Tamam. Görüm. Hə, sən başlayaq, mən danışım. Yox, mən bitirdim, bu sərbəst time'dır. Hə, mən deyirəm sərbəst time'a boş yerə yəni birimizə baxmayaq. Ona görə deyirəm ki, danışın birbaşa. Hə, birbaşa danışmaq istəyirsiniz? Olar, yəni. Əlbəttə. Mən deyirəm boş yerə vaxtımı yetməsin bu qədər də. Daha çox mövzu haqqında danışa bilək. Əlbəttə. Çünki dediyim, hər saat yarıma sırdırmaq üçün orta boşluqları biraz tez seçsək daha yaxşı. Okay. Deməli, burada bir neçə qeyd apardım mən. Birinci, deyirsən ki, Çevik, bizim danışdığımız tanrı sorğulanmalı bir tanrı olmalıdır, sorğulanmalıdır. İstər metafizik olsun, istər... Çox üzr istəyirəm, səsi bağlamışam, 5 saniyəni eşitmədim. Çox üzr istəyirəm. Okay. Bəli. Deyirəm, birinci qeydim budur ki, sən deyirsən ki, bizim danışdığımız tanrı sorğulanmalıdır. İstər metafizik olsun, istər fizik olsun, fərqi yoxdur, bu sorğulanmağa haqqı olmalıdır. Məncə bu iddia çox əlaqəsiz bir iddiadır bizim müzakirəmizdə. Niyə görə? Çünki biz artıq burada tanrının varlığı və ya yoxluğu mövzusunu müzakirə ediriksə, deməli artıq mövzu sorğulanmağa açıqdır və artıq sorğuluyuruq burada. Yəni tanrı sorğulanmalıdır demək bir qədər mən düşünürəm ki, mövzu haqqında əlaqəsiz bir çıxarışdır. Zaten burada sorğuluyuruq. Yəni nəyi sorğulanmalıdır bunu? İkinci məsələ deyirsən bizim xüsusiyyətlər yüklədiyimiz tanrı. Əslində biz belə deyək də öz kefimizə görə heç bir tanrıya, ümumiyyətlə heç bir varlığa xüsusiyyət yükləmirik. Birincisi bu məntiqin və ağlın çıxarışıdır ki, tanrı varsa bu cür olmalıdır. İkincisi dini mətndə, yəni biz iddia edirik ki, bu tanrının özündən gəlir. Buradan çıxarış olmalıdır ki, mən düşünürəm ki, bu bir növ vəhi idraka da əsaslanır. Epistemologiyanın vəhi idrak mövzusunu ayrıca müzakirə edə bilərik. Bilmirəm, bura nə qədər uyğun olar, bu mövzumuza uyğun olmaz. Amma məncə bunu ayrı bir mövzuda vəhi idrak varmı, yoxmu, bunu ayrıca söhbət eləsək daha doğru olar. Çünki burada o qədər də doğru deyil. İkincisi, bir cümlə işlətdim, bir şey özünə dəlildir, səbəbinə yox. Mən bunu xahiş edirəm, bunu hansı qanundan çıxardırsan, hansı məntiq və ya fəlsəfə qanundan çıxardırsan, bunu qeyd edərsən. Niyə görə? Çünki bir şey əslində elə öz səbəbinə həmçinin də dəlildir. Məsələn, mən misal çəkdiyim Mona Lisa əsəri həmçinin Da Vinci'nin rəssamlığına dəlildir. Mona Lisa əsərindən əlavə Da Vinci'nin rəssamlığına bir dəlildir. Və yaxud, məsələn, Növlərin mənşəyi kitabı, kitab olmağından əlavə Charles Darwin'in bioloqluğuna dəlildir. Yəni, kitabın özü, əsərin özü, onun səbəbinə dəlildir əslində.
Yəni əgər əslində heç Darwinin kitabları olmasaydı, biz Darwinin heç bəlkə bioloq olduğunu bilməyəcəkdik. Və görürsən burada artıq əsər səbəbə dəlil olur. Burada dəlaləti göstərir. Eləcə də kainat Tanrıya dəlildir. Kainatın başa düşülən olması onun ağıllı bir varlıq tərəfindən məqsədli formada yaradıldığını göstərir. Və bir şeydən də məntiq mövzusunu axıra saxlayıram. Sonda onu vurğulayacağam. Məntiqlə əsaslandıracağım, problem deyil. Bir də sən Tanrının varlığını isbat eləməliyik. Biz zaten burada Tanrının varlığının isbatından danışırıq. Çünki biz birinci ontoloji girdik mövzuya və gördük ki, nəticə çıxarda bilmirik. Çünki ortaq nəticə üstün gələ bilmədik ontologiya mövzusunda. Və burada mən səni günahlandırdım, sən məni günahlandırdın və nəticədə bir məxrəc olmadı. Və biz burada mən düşünürəm ki, artıq Tanrının varlığının isbatından danışırıq ki, yəni Tanrının varlığının isbatı üçün əvvəlcə isbat olunmalıdır cümləsi biraz yanlışdır. Yəni də buna çox misal vermək olar. Sadəcə olaraq vaxt məhdudiyyətindən bu misalları verə bilməm. Gəldik məntiqə. Deyirsən ki, iddialarını məntiq qanunları ilə əsaslandırmalısan. Bunlar giriş idi. İstəmirsən 1 dəqiqə 30 saniyəni məntiq məsələsinə ayırım. Bəli, mənim iddiam məntiq qanunları ilə əsaslanır. Və məntiqin eyniyyət qanunu ilə bilirsiniz, məntiqin üst qanunu var, eyniyyət, yəni sonra klassik məntiqdən gedir. Eyniyyət, ziddiyyətsizlik və üçüncü halın olmaması. Eyniyyət qanunu nədir? İki eyni xüsusiyyətli məhfumun nəticəsi eyni olur. Misal üçün, Sokrat insandır, insanlar ölürlər, deməli Sokrat öləcək. Mənim bu çıxarışım kainatın başa düşülən olması, onun məqsədli yaradıldığını göstərir. Tamamilə məntiqin eyniyyət qanununa əsaslanan bir iddiadır və bunu mən məntiq qanunundan isbat edəcəm və çox xahiş edirəm Çevik, sən də bunu məntiq qanunundan inkar edərsən. Bax, məntiq qanunundan isbatı budur. Kainatda gördüyümüz bütün başa düşülən məhfumların arxasında məqsəd var. Yəni, başa düşülənlik məqsəddən asılıdır. 2. Kainat başa düşüləndir. 3. Deməli, kainat bir məqsəd əsasında yaranıb, məqsəd əsasında ortaya çıxıb. Bu, məntiqin eyniyyət qanunu ilə bu məsələyə bir isbatdır. Əgər dediyim yanlışdırsa, mən səndən eynisini məntiq qanunları ilə eləməyi xahiş edirəm, amma bir daha təkrarlayıram. Gördüyümüz, başa düşülən hər şey məqsədli formada ortaya çıxıb. Kainat başa düşüləndir, deməli kainat məqsədli formada ortaya çıxıb. Bu məntiqdən çıxarışdır. Əgər bu yanlışdırsa, bunun əksini də eynən məntiq qanunları ilə gətirməyi xahiş edirəm. 3 məntiq qanunundan hansı ilə istəsən bunu gətirə bilərsən. Yenə uduzdurdunuz mən möminlər. Belə. Burada qeydlərim var, onları səsləndirəcəm. Başlayaq yoxsa? Buraya necə istəyir? Hazırsansa başlayaq. Bəli. Qısa çəkməsi lazım olacaq, çünki burada açıq suallar çoxdur. Belə, metafizik, yəni bir Tanrı hal-hazırda Tanrı varlığını sorguladığımızı bilirəm, fərqindəyəm. Amma sizin Tanrı məsələsi, ortaya qoyduğunuz Tanrı konsepti metafizik bir fərziyyədir. Bir fərziyyənin metafizik olması onu dəlilləndirməkdən azad eləmir sizi. Yəni, siz də ona dəlil verməlisiniz, aidiyyatı çərçivədə fakt qoymalısınız. Və ya bir ontoloji fakt olaraq ortaya qoyursa, bunu bir epistemik təməlin verməlisiniz. Yəni, mən dediyim şey burada Tanrının sorgulanması məsələsi deyil. Metafizik bir fərziyyə olaraq gördüyüm Tanrı iddiasını, Tanrı vardır iddiasını metafizik çərçivədə belə sorğudan azad etmədiyini ifadə elədim. Metafizik bir varlıq sorğulanmağı azad etmir, dəlilləndirməkdən azad etmir. İkincisi, məntiq qanunlarından istifadə edirsiniz. Mən də böyük ehtimal sona saxlayacağım. Məsələ bundadır ki, məqsəd olaraq istifadə edirsiniz. Məntiq qanunlarından bir çıxarış edirsiniz. Birincisi, qeyd eləmək istəyirəm ki, məntiq qanunları keçərli olmur praktikada, olmaya bilir praktikada. Məntiq qanunlarında keçərli olan çıxarış verdiyiniz bir şey praktikada var olmaya bilir. Praktikada keçərsiz də ola bilir. Məsələ bundan ibarətdir ki, məsəl üçün çıxarış verdiyiniz Tanrı məsələsi praktikada keçərsizdir. O səbəbdən keçərsiz ki, real obyekt deyil. İstinad elədiyiniz Tanrı real bir obyekt deyil. Yəni təməlində referent boşluğu olan bir obyektdə, referent boşluğu olan bir obyektdə dəlilləndirmə meyarları yoxdur. Yəni siz hal-hazırda Tanrıya heç bir dəlil belə təqdim eləməmisiniz.
Təqdim eləmədiyiniz tanrıdan siz şəxsi çıxarış ortaya qoyursunuz. Bu şəxsi çıxarış ondan ibarətdir ki, mən deyirəm ki, tanrının, kainatın bir məqsədi var. Siz deyirsiniz, sizin tərzinizdən. Tanrının, kainatın bir məqsədi var. Bu məqsədi tanrı ortaya qoyur. Bu sizin çıxarışınız olar. O səbəbdən ki, siz hər şeyə bir məqsəd yükləyəcəyiniz anda, məqsəd tələb edəcəyiniz anda tanrının özünün belə məqsədi sorğulana bilən bir anlayış olur. Əgər burada məsələ zəruri və sorğulana bilməyən, yəni istisnasız var olan bir varlığa bağlanırsa, o istiqamətdə mən argumentasiya quracam zaten. Ki, yetərli kontrastda var onun. Amma məsələ bundan ibarətdir ki, real obyektə əsaslanmadan, siz heç bir dəlil formatı ortaya qoymadan, sadəcə mən belə inanıram və ya mən belə qəbul edirəm və ya məntiqdən bu cür çıxarış edirəm. Məntiqdən çıxarış elədiyiniz şeyin ontoloji fakt olaraq ortaya qoyulması üçün epistemik dəlil tələb olmuş. Epistemik təməl tələb olmuş. Zəhmət olmasa onda siz də epistemik qaynaqları doldurun. Epistemik qaynaqları doldurun. Hər hansısa bir müdaxilənin dəlilləndirin. Hər hansısa bir fəaliyyəti dəlilləndirin. Dəlilləndirə bilmədiyiniz halda mən yenə də bunu sizin şəxsi seçiminiz olaraq dəyərləndirəcəm. Və bunu dəyərləndirməyim üçün də məntiq dediyiniz, məntiqdən vurduğunuz, yəni vurduğunuz deyəndə məntiq üstündə qurduğunuz argumentlərdə abduktiv olaraq qəbul edəcəm. Bu artıq sizin seçiminiz olur. Deduktiv olaraq qəbul saymayacağım. Dolayısıyla bu mənim çıxarışıma görə məntiq və kateqoriya xətasıdır. Ona görə kateqoriya xətasıdır ki, bir şeyi siz ortaya qoyub, bir şeyi, hər hansısa bir obyektin özünü ortaya qoyub, onun səbəbini dəlilləndirmədən səbəb çıxarış edirsiniz. Dediyim kimi, başda bir qeyd eləmişəm mən burada. Siz dediniz ki, bir şey özünə dəlildir. Mən dedim ki, bir şey özünə dəlildir, bir obyekt özünə dəlildir, səbəbinə deyil. Bəli, bunu təkrar edirəm, bir şey özünə dəlildir, onun səbəblərini açıqlamır. Da Vinci'nin Mona Lisa əsər özünə dəlildir ki, belə bir əsər var. Əsər Da Vinci'nin Da Vinci olduğuna və o əsəri çəkdiyinə, çizdiyinə dəlil olaraq qoyursunuzsa, bu bir fərziyyə ola bilər. Çünki Da Vinci adı altında başqa birisi də bunu edə bilər və ya siz təxmin edə bilərsiniz. Bu səbəbdən də Da Vinci'nin o əsəri çəkdiyinə dair ortada bir dəlil olmalıdır. Əgər o Da Vinci o əsəri çəkməyibsə və ya çəkdiyinə dair hər hansısa bir dəlil yoxdursa, bu da bu boş fərziyyə olur. Arxası doldurulmamış sadəcə bir seçim fərziyyəsi olur. Kökündə, öz kökündə yenə də bir metafizik iddia irəli sürürsünüz, amma heç bir sorğulanma meyarını da doldurmursunuz. Bu arada vəhi və idrak məsələsi əslində bu mövzunun, yəni bugünkü konseptin mövzusu deyil. Mən düşünürəm ki, ondan daha bir formatda davam eləmək yaxşıdır. Çünki bir vəhi və idrak məsələsində artıq oponentlər bir tanrı məsələsini bitirmiş olmalıdır. Artıq onun insan təması və ya insanla olan bağlantıları müzakirə mövzusudur burada. Okey, əla. Təbrik edirəm, yenə qələbə qazandım PK-da. Birbaşa keçək? İstəyirsin bir neçə dəqiqə fasilə olsun. Bir neçə dəqiqə deməyək, 30 saniyə, 40 saniyə. Sən istəyirsənsə olsun, fərqi yox. Yox, onsuz da mənim üçün fasilə sayılır da bu. Hə, onda mən danışım hələ. Bəli. Deməli, burada təməl 4 və ya 5 məsələni əl alacam, vaxt çatsa əlbəttə. Burada birinci budur ki, Mona Lisa əsərin özünə dəlildir, amma Da Vinci yox, bəlkə başqası çəkib. Bu argumentum biraz mənə təəssüfləndirici və qəribə gəldi. Niyə görə? Çünki Mona Lisa əsəri şəxs olaraq söhbət addan getmir Da Vinci'dən. Faktiki olaraq Mona Lisa əsəri bir rəssamın, yəni bunun arxasında bir rəssamın olduğuna dəlildir. Bax, bunun adını Da Vinci qoyma, nə qoyursan qoy. Burada önəmli olan xüsusiyyətlər var. 1. Bu insan rəsm çəkmə bacarığına sahibdir. 2. Bu adamın bir tablosu olub, kətan tablosu olub. 3. Bu insanın fırçası olub. 4. Bu insanın rəngləri olub. Bunlar hamısı
bu xüsusiyyətlərə dəlildir. Yəni biz zaten burada başlayanda mən sənə demirəm ki, kainatın məqsədi varsa bunu İmam İslamın Allahı yaradıb. Mən o Tanrının xüsusiyyətlərindən danışıram. Deyirəm Tanrı nədir? Əzəli, ağıllı, məqsədli yaradıcı və kainat bunu göstərir bizə. Necə ki Mona Lisa əsəri bir rəssamı göstərir bizə, necə ki növlərin mənşəyi əsəri bir bioloqu göstərir bizə, eləcə də kainatın məqsədli olması bir ağıllı və məqsədli bir varlığın bunun arxasında dayandığını göstərir. İkinci məsələ, epistemik dəyərləndirmə deyirsən, Nihat. Mən bilmirəm, bəlkə sən epistemik deyəndə ancaq pozitivist və empiriki nəzərdə tutursan, amma üzr istəyirəm. Bilmirəm, bəlkə empirik və pozitivist nəzərdə tutursan, amma epistemologiyanın özü bir neçə yerə bölünür ki, bunlardan biri rasional və indi din fəlsəfəsində vəhyi idrak da var. Buna girməyəcəm, mən rasionalda qalacağam. Və bizim burada neçə dəqiqədir danışırıq, hardasa bəlkə yarım saatdan çoxdur danışırıq və bu yarım saatda biz elə rasional idrakla söhbət edirik, məntiq çıxarışları, rasional idrak və məsələ budur ki, və sən yenə də hələ buna rəğmən deyirsənsə ki, epistemik burada dəyərlər olmalıdır. Mən anlamıram burada sən axtardığın epistemik dəyər nədir. Üçüncü bir məsələ budur ki, Tanrının öz məqsədi də olmalıdır. Bunu da mən açıq bu argumenti gözləmirdim səndən. Niyə görə? Çünki çox absurd argumentdir bizim müzakirəmizdə. Çünki Tanrı biz bilirik ki, yaradılmamış bir varlıqdır və yaradılmamış bir varlığın arxasında məqsəd ola bilməz. Yəni bu məqsəd olması üçün bunun ortaya çıxmış olması lazım idi. Yəni bir nəticə olmalı idi ki, məqsəd olsun arxasında. Və sən nəticə olmayan bir varlığın məqsədini sorğulayırsansa, bilmirəm bu nə qədər doğrudur. Buna hər halda əsaslandırarsan. Üçüncü bir məsələ desən, kateqoriya xətası eləyirsən, əlaqəsiz şeylərdən çıxarış eləyirsən. Əslində yəni deyirəm, biz hər bir şeydə zaten sayensin özündə də bundan çıxarış eləyirik. Biz məsələn baxırıq ki, bir itdən başqa bir it növü, məsələn süni seleksiya ilə bir növ yaranırsa, niyə meymundan insan yaranmasın məsələn? Bu cür çıxarış da eləyirik. Halbuki heç vaxt biz növün özündən çıxarış eləmirik. Növün özündən çıxarış eləmirik. Bilirəm, burada irişib qalasan sən bütün 5 dəqiqəni, amma istəməzdim burada irişib qalasan. Mən çox misal gətirə bilərəm ki, birbaşa növün özündən çıxarış eləmirik biz. Müəyyən çıxarışlardan bu nəticə gəlirik. Və ən əsas məsələ, başlıqda deyirsən ki, məntiq qanunları bəzən təcrübədə özünü göstərə bilmir və mən bilmirəm niyə belə bir şey deyirsən. Çünki məntiq qanunları zaten böyük əksəriyyəti müşahidənin kənarında olur və müşahidə ilə bilmədiyimiz şeylərə əsaslandırır məntiq qanunları. Məsələn, mən deyirəm ki, Çevik bu dəqiqə həm Bakıdadır, həm də məsələn Qəbələdədir. Bunu zaten mən müşahidə edə bilmərəm və məntiq qanunları onsuz da müşahidə edə bilməyəcəyimiz və bilə bilməyəcəyimiz bir çox şeyləri əsaslandırmaq üçün əsas meyardır məntiq qanunlar. Şərt o deyil ki, mən müşahidə edə bilirəmsə, zaten bu empirikdir. Bunun üçün mən rasional məntiq qanunlarına ehtiyac duymamalıyam. Yəni ağac yaşıldır, yaşıldır. Yəni bunun üçün niyə mən məntiq qanunu qoyum ki, ortaya? Zaten məntiq qanunu müşahidənin kənarında olan bir çox şey əsaslandırmaq üçündür ki, metafizikada bunlardan biridir və birincisidir. Və ona görə də bu argumentində mənim üçün anlaşılmaz qaldı. Ya məntiqin tərifin ola bilər, biz başqa cür başa düşürük, sən başqa cür başa düşürsən, mən başqa cür başa düşürəm, amma mənim bildiyim məntiq budur. Yəni görünərlərdən yola çıxaraq məchulları məluma çevirmək. Bax, zaten məntiqin tərifi budur. Məchulu məluma çevirmək. Yəni müşahidə olunmamış bir şey məlum hala çevirəm. Və bir də burada mən məntiq qanunu ilə iddiamı əsaslandırdım. Bax, bu iddiama əks məntiq dəlili gəlmədi və əks məntiq dəlili gəlmədiyi müddətdə mənim iddiam realdır və məntiqlidir. Nə qədər, yəni məntiq dəlili ilə isbat gətirilmiş bir şeyi heç vaxt sözlə inkar eləmək olmaz. Mütləq formada onun bərabərində və ya daha güclü və ya daha güclü bir məntiq qanunu ilə inkar eləmək lazımdır. Bu arada 3 qələbəmi qazandım. Təşəkkür edirəm. Təbriklər, təbriklər, təbriklər. Bu arada mən klassik fəlsəfənin məntiq strukturu ilə işləməyə məcbur deyiləm bu arada. Yəqin ki, bilirsən də. Okay. Amma bilirsən də, mən kainatda klassik məntiq işləyirəm. Sən işlədirsən, mən fərqli şeylər də işlədə bilərəm. Okay, buyur. Əgər məsələn Frege məntiqini işlədə bilirsənsə, buyur onu işlət, problemi yox. Modal formaları da işlədə bilərəm. Okay.
Amma yenə deyirəm, məntiqlə gətirdiyim bir məsələyə, məntiq qanunu verdiyim məsələyə mütləq formada məntiq qanunu ilə ya inkar verməlisən, ya da onu qəbul etməlisən. Yəni mən əgər məntiq qanunu ilə bir şeyi əsaslandırmışamsa, bu yanlışdır deməkdən bu yanlış olmur. Bu arada bunu tam bir şey edə bilərik, fasilə edə bilərik. Heç olmasa bunu keçə bilərik də burada. Okey, problem yox. Məsələ buradadır ki, Ziya bəy, məntiq məsələsini mən sona saxlayacaqdım. Amma saxlamayacağım. Böyük ehtimal rəddiyəsini indi verəcəm. Məsələ bundadır ki, rəsm arqumenti özü teistik olaraq təqdim olunması mən də gözləmədiyim bir şeydir. Necə ki, bəzi arqumentlərimə dediniz ki, bu gözləməzdir, təəssüf doğurur. Amma təməlində rəsm arqumenti ilə çıxış eləmək mənim üçün də təəssüf doğurur. Birincisi, məntiq analogiyası ilə qurdunuz və oradan bir çıxarış elədiniz. Burada xətalar var. Analoji səhvdir. Baxın, belə deyək, bir Da Vinci şəkli varsa, Da Vinci'nin şəkli varsa, ya da Mona Lisa şəkli varsa, Mona Lisa'nın şəkli insan nəticəsidir. İnsanın ortaya qoyduğu bir nəticədir. İkincisi, Mona Lisa şəklinin bir rəssamı varsa, bu eyni şəkildə tətbiq oluna bilər. Dağ varsa dağçı da var, nə bilim, dəniz varsa dənizçi də var anlamına tətbiq oluna bilər. Yəni dağ varsa dağçı da olmalıdır. Bu yanlış analogiyadır. Dolayısıyla məntiq xətasıdır. Məntiq xətası olduğuna görə, qurduğunuz arqument məntiq üstündən xətalı olduğuna görə ümumiyyətlə qəbul eləmirəm. Rəddiyəsində zaten xətalı bir arqumenti dayatma yöntəmi seçə bilməzsiniz hər halda. Ki, məntiq çərçivəsində xətalı olan bir şey dayada bilməzsiniz. İkincisi, tərkib xətası eləyirsiniz. Məhdud bir görüntüləmə var ortada. Yəni biz kainatın tamamını net şəkildə görmürük. Siz deyirsiniz ki, başa düşüləndir. Məsəl üçün, qara dəliklərdə, olay üfüqündə, hadisə üfüqündə fiziki sabitlərin və ya sizin dizayner çərçivəsində saldığınız o dizaynların keçərsiz olan yerləri var. Yəni ora tam olaraq müşahidə oluna bilmədiyinə görə tam olaraq siz deyə bilməzsiniz ki, bütün kainatda bir nizam vardır. Çünki nizamın tamamını müşahidə eləməmişsiniz. Ortada bir nizam varsa, o nizam hər yerdə keçərli olduğunu da bəlli bir çıxarışla, bəlli bir sübut eləməlisiniz. Ortaya bir dəlil qoymalısınız. Digər bir məsələ, əgər siz yaradılışda və ya ümumiyyətlə varlıqda, insan varlığının özünü bir tanrıya bağlayırsınızsa, tanrı izi kimi təqdim edirsinizsə, idrak və anlayış məsələlərindən qıraq ya da İslami, bu arada sizin hal-hazırdakı yaxınlaşmanız İslami bir yaxınlaşımdır. İslami formatda yaxınlaşırsınız. Tam dinlərdən müstəqil bir teist formatında deyil. Hal-hazırda İslami bir təfəkkürlə yaxınlaşırsınız. Ancaq məsələ bundan ibarətdir ki, siz hələ tanrının özünün varlığını isbat eləməmisiniz. Yəni söhbət idraçdan və ya anlayışdan gedə bilməz. Bu səbəbdən də idrak və anlayış söhbəti elmi izahları mövcud olan, empirik dəlillərin mövcud olan bir anlayışdır. Rasionallığın özü belə, rasional bir çıxarış eləmək üçün tanrı vardırdan başlaya bilməzsiniz. Yəni real obyektə referent olan, real obyektə işarə eləyən bir varlıq anlayışından başlamalısınız. Siz bütün debat boyunca, istər birinci raundda, ikinci raundda fərq eləmir, yəni bugünkü raundda. Ümumiyyətlə hələ bir təqzib ya da qəbul meyarı qoymursunuz. Amma çıxarış eləyirsiniz ki, bir Da Vinci şəkil çəkib, yəni Mona Lisa şəkli varsa, şəkli çəkən də var. Bayaq dediyim kimi, bu özlüyündə bir məntiq xətasıdır. Bir şey özünə dəlildir, amma onun səbəbinə insan mövzusu var burada. Yəni insanın ortaya qoyduğu bir şeydir. Bunun empirik dəlilləri də tapıla bilər. Bunun müşahidə ilə əlindəki fırça, bayaq fırça ki, o da mənim üçün təəssüf doğurdu. Təbii ki, fırçası tapılacaq. Çünki Da Vinci'nin ton yarım dəlili var. Fırçasını da herhalde tapa bilərlər və ya o şəkil seçdiyinə də başqa rasional müşahidə də ortaya qoya bilərlər. Amma məsələ bundadır ki, bu bir insandır. Siz bütün nizamı bir tanrıya bağlayanda ya bütün nizamı tanrıya bağlayanda tanrıya dair bir iz qoymalısınız ortaya. Yəni bir ispat qoymalısınız. Mövzunun ana xətti tanrının izidir, amma siz hələ izə dair, yəni aşağı yuxarı 40-50 dəqiqəlik bir söhbət edirik, siz hələ izə dair heç bir iz qoymamışsınız ortaya. Məntiq iddiası daxilində xətalıdır, xətalı olan bir məntiq iddiası keçərli deyil. Dolayısıyla mən məntiq qaydaları ilə də rəddiyə verə bilərəm, amma xətalı bir şeyə rəddiyə verməyə heç ehtiyac görmürəm. Xətalı bir şeyə rəddiyə vermək zaman etkisidir. Və hələ də siz nizamın səbəbini və niyyətini ortaya qoymamışsınız.
Hə, niyyət axtarmaq bir xətalıdır. Xəta olaraq vurğuladınız bayaq ki, zəruri bir varlığa ya da mümkün bir varlığa niyyət axtarmaq xətalıdır. Amma məsələ burasındadır ki, zəruri iddia elədiniz ya da səbəbsiz iddia elədiniz varlıq alternativsiz deyil. Metafizik fərziyyəniz alternativsiz deyil. Ortaya bir metafizik iddia ilə çıxırsınızsa, bu alternativsiz deyil. Burada yenə dediyim kimi bu sadəcə sizin seçiminizdən ibarətdir. Çünki mən alternativ birdən çox model ortaya qoya bilərəm. Siz ən yaxşı izahı seçib bu dizayner varsa, rəsm varsa, rəssamı da var deyib Tanrıya yükləyə bilməzsiniz. Bunun yekununda gəlir mövzu çıxır God of Cupsa, yəni boşluqların tanrısına. Siz ortada bir boşluq tapırsınız və boşluğa Tanrı deyə bilməzsiniz. Okey, gözəl. Başlayam. Başlayaq. Bu dəfə revanş gəlmədi mənə. Hə, sənə gəlir. Mən udanda sənə gəlir, hə. Nə? Revanş. Mənə gəlir ki, mən revanş istəyirəm. Ay, 2 dəfə niyə uduzdurdunuz ki, mən? Bu 10 minimi aldı, bir dənə minlə özdü. Okey, getdik. Deməli, birincisi, Çevik, səndən çox xahiş edirəm. Bunu bir kənara qeyd elə və mən səndən ilk cavab olaraq bunu istəyirəm. Və buna cavab verməmiş çox xahiş edirəm, başqa şeylərə keçmə. Deyirsən ki, alternativ, Tanrı modelinə alternativ model təqdim edə bilərəm. Mən səndən xahiş edirəm o modeli bizim üçün təqdim elə. Mənim üçün çox maraqlıdır ki, bu model nədir? Və gözləyirəm, əgər bizim dediyimiz Tanrı deyilsə, başqa bir model qoya bilirsənsə, mən onun yoxluğunu sübut eləyəcəm. Amma yox, eynən bizim Tanrı modelini qoyarsansa, artıq yenə də bizim dediyimizi demiş olursan, alternativ model qoymuş olmursan. Getdik digər məsələyə. Deyirsən ki, rəsm və rəssam arqumentini qoymaq məni təəssüfləndirdi. Mən belə baxıram ki, sən ümumiyyətlə mənim arqumentimin nizam dəlili olduğunu başa düşmüsən. Mən əslində nizam dəlilindən, mövzu başlayandan bəri mən nizam dəlilindən danışmıram. Yəni, kainatda bir nizam varsa, mütləq formada bunu nizamlayan bir insan var. Mən kainatın başa düşülən olmasından danışıram. Deyirəm, kainatı biz başa düşürük, anlayırıq. Və bir şey anlaşılandırsa, başa düşüləndirsə, bütün müşahidə elədiyimiz çıxarışlardan biz bunu çıxarırıq ki, başa düşülən bir şeyin arxasında məqsəd var və məqsəd şuura bağlıdır. Yəni, məqsəd varsa, məqsədin arxasında mütləq formada bir şuur var və bu da şuurlu bir tanrının olduğunu göstərir. Sən İslam konsepsiyasından çıxış edirsən. Əslində, mən burada İslamın Allahından danışmıram. Mən ümumiyyətlə ağıllı bir varlıqdan danışıram, kainatı formalaşdıran və o varlığın kainatı bir məqsəd əsasında yaratdığını iddia edirəm ki, kainatın başa düşülən olması da bunu göstərir. Deməli, sonra bax, iddia edirsən ki, kainatı tam müşahidə etməmişik. Bu qətiyyən mənim iddiama bir üzr istəyirəm ki, bildiriş gəldi ki, yayın bağlana bilər. Hə, все. Deyirsən ki, kainatı tam müşahidə eləməmişik deyə bu barədə dəqiq bir şey deyə bilmərik. Bu çox yanlış arqument. Niyə görə? Çünki biz kainatın müşahidə eləyə bildiyimiz yerlərini anlaya bilirik. Artıq kainatın müşahidə elə bildiyimiz yerlərini anlaya biliriksə, deməli kainat özlüyündə anlaşıla bilən bir modeldir. Yəni, başa düşülə bilən bir modeldir ki, biz onun müəyyən hissələrini başa düşürük. Və bu hissələrini başa düşürüksə, deməli bu həm başa düşülərdir, həm də məqsədli formada ortaya çıxır. Sonra fırça məsələsini filan deyirsə, mən yenə də deyirəm, rəsm əsəri, rəssam haqqında xüsusiyyətləri bizim üçün göstərir. Və necə ki, mən burada kainatdan çıxarış eləyərək, kainatı ortaya çıxardan varlığın xüsusiyyətlərinin bu cür olacağını iddia edirəm. Yəni, kainatı ortaya çıxardan varlığın xüsusiyyətləri bu cür olmalıdır. Necə ki, biz Mona Lisa'ya baxanda bilirik ki, bunu çəkən insanın rəssamlıq bacarığı olub, ağlı başında olan bir insan olub, müəyyən riyazi qaydaları bilib, modelləri bilib, fırçası olub, kətanı olub, rəngi olub. Yəni, bunları necə biliriksə, eləcə də kainata eləcə də Sərxanın rəyinə gülləb, Sərxan rəy yazıb. Eləcə də biz kainata baxanda görürük ki, kainatı yaradan varlığın xüsusiyyətləri nələrdir? O ağıllıdır, məqsəd əsasında formalaşdırıb kainatı və s. və ilaxır. Mən yenə də deyirəm, məntiq qanunu ilə hələ də mənim iddiama rəddiyə gəlməyib. Kateqoriya xətası deyirsən, kateqoriya xətasına misallarla ortaya qoya bilmirsən. Bunlar sadəcə və sadəcə sözdə qalıblar bu iddiaların hamısı. Deyirsən ki, sənin məntiq
e, iddiam, məntiq dəlilin doğru olmadığına görə heç mən buna məntiq üzərindən əks dəlil vermək ehtiyacını duymuram. Yenə də deyirəm, bunlar debatda uğurlu iddialar deyil. Əgər ortada bir məntiq xətası varsa, bunun özünü də məntiq dəlilləri ilə əsaslandırıb ortaya qoymaq lazımdır ki, bax sənin məntiq xətan burdadır. Məntiqin bu qanuna görə bu şey doğru deyil və bu cür bir arqument ortaya ata bilməzsən, mən hələ ki bu şeyləri görmürəm. Mənim hələ ki bu ilk arqumentim haqqında deyəcəklərim bunlardır. 30 saniyə qalıb, təbii ki, ikinci arqumentimi səsləndirə bilməyəcəm. Çünki mən düşünürəm ki, Çevik hələ ki mənim arqumentə cavab verməyib. Bir də deyirsən ki, biz hələ də Tanrının izlərindən danışmırıq. Məncə biz Tanrının elə izlərindən danışırıq bu yaxdan. Çünki kainatın başa düşülən olması elə Tanrının bir imzasıdır. Tanrının bir izidir kainatdakı. Biz onu başa düşürük və kainatı başa düşülən etməklə özü haqqında müəyyən qədər artıq bizə məlumat verir. Yəni Da Vinci kimi bir imza atıb rəsm əsərinin altına ki, bax bunu mən çəkmişəm. Güzel, güzel. Teşekkürler yoldaşlar, teşekkürler. Bir tır dolusu problem var. Devam ederiz. Problem var, amma problemi hələ ki tapıb çıxarda bilməmişik ortaya. Çıkardarız. Başlayalım yoksa? Sən nə vaxt hazırlıq eləsən özü başla. Ha, başlıyor. Bu arada başlamazdan önce biz neçə bölüm devam edirik? Yani bölümü arada Sən bir 3-4 bölümlə davam edək, bu günün yekunlaşdıraq. Hələ yarım saatımız var. Tamam. Birincisi məntiqlə bağlı verilən arqument ona görə xətalıdır ki, bir neçə kateqoriyada xətalıdır ki, səhv analogiya verirsiniz. Rəsm varsa rəssamı da var. O zaman Tanrı varsa Tanrı'nı yaradan da olmalıdır. Cılız bir məsələ olsa da, biləm elə deyəsiniz. Amma onunla belə deyək də müqayisə eləmirəm. Dağ varsa dağçı da var. Bayaq dedim zaten. Bu bir xəta olduğunu qəbul eləmirsiniz zaten. İkincisi bilirsiniz ki, kainatda bir məqsəd var. Bu birincisi ona görə xətalıdır ki, elə məntiqin özünə görə xətalıdır ki, gələcəyə doğru təxmin verirsiniz. Məqsəd sözünü detallı şəkildə araşdırmanızı təşrif edirəm. Gələcəyə doğru təxmin verirsiniz. Sonra qeyd eləmişsiniz ki, bir məqsəd varsa, kainat başa düşüləndə bir məqsədi var. Özdə mən bayaqlarım qeyd elədim ki, ağıllı dizayn üstündən getdik biz. Mən nizamla bağlı bir çıxarış eləmədim. Siz dediniz ki, rəsm varsa rəssam da var. Ya bu argumentasiya üstündən qurdunuz analogiyası. Özdə xətalı qurdunuz bu arada. İkincisi, təbiətdə fiziki proseslər səbəbsiz və məqsədsiz də var ola bilir. Yəni siz bütün bu dizayn dediyiniz, ağıllı dizayn dediyiniz kainatda bu iddianı eləyə bilməzsiniz. Ona görə ki, var olan məqsədsiz və səbəbsiz hadisələr var. Məqsədsiz və səbəbsiz hadisələr varsa, heç bir məqsəd olmayan və səbəbi də olmayan hadisələr varsa, bu arqumenti, bu çıxarışı aparıb Tanrıya bağlaya bilməzsiniz və ya ağıllı bir dizaynera bağlaya bilməzsiniz. Kainatın özü təbii proseslərin bir nəticəsi ola bilər. Kainatın özü fiziki bir proseslərin nəticəsi ola bilir. Kainatın özü özünə var olma ehtimalı var burada. İstər məntiqdə, istər reallıqda. Çünki fiziki proseslər hal-hazırda bildiyimiz dünyada öz başına və məqsədsiz, səbəbsiz var ola bilirsə, səbəb-nəticə çıxarışı edə bilməzsiniz. Çünki var, alternativ var. Sonra burada kəskinliklə dediniz ki, alternativ modellər var. Alternativ modellərdən biri səbəbsiz nəticənin ola bilməsidir. Alternativ modellərdən biri sizin zəruri varlığa, yəni mütləq olmalıdır varlığına bağladığınız metafizik çıxarışına bağlı. Daha doğrusu metafizik, çünki epistemik ya da empirik kateqoriyada bir dəlil qoya bilməzsiniz ortaya. Metafizik ona görə sayılır. Empirik dəlil qoya bilmədiyinizə görə. Alternativ dəlil modal məntiq çərçivəsində, modal formallıq çərçivəsində, modal nihilizm özü bunu simmetriya yarattığına görə təqzib edir. Siz oradan bir çıxarış verə bilməzsiniz. Ontoloji naturalizm yetərincə kifayət qədər
mövcud olan bir modeldir. Antoloji modeli də yox, antoloji naturalizmi də yox, modal nihilizmi də yox. Başqa bir neçə var olan argumenti də yox. Siz sadəcə Tanrını seçirsinizsə ki, burada brute faktor söhbət də var, brute faktor söhbəti də var. Seçirsinizsə bu artıq sizin seçdiyiniz bir seçim olur. Ta başdan dediyim kimi. Və ümumi nəticəyə gələndə siz məndən tələb elədiyiniz şeylərin heç birini qaynaq olaraq heç özünüz təqdim eləməmisiniz. Yəni bir dəlil təqdim eləməmisiniz. Nəyə dəlil təqdim eləməmisiniz? Tanrı varlığına, Tanrının təqzif və ya varlıq mexanizmasına dair heç bir meyar təyin eləməmisiniz. Siz hansı hallarda rəddiyə və hansı hallarda qəbul verəcəyinizdə təyin eləməmisiniz təməlində. Və hələ də bir ontoloji iddia qaldırmış kimi qəbul eləsək də, mən ümumiyyətlə sizin hal-hazırda iddianızı ontoloji bir iddia kateqoriyasında, yəni varlıq kateqoriyasında saymıram. Əgər varlıq kateqoriyasında saymadığım bir şeydən danışırıqsa, dönər içində, varlıq kateqoriyasında salınmamış bir şeydən danışıramsa, heç olmasa buna izi ilə bağlı konkret dəlil verin. Siz rəsm vardır, rəssam vardır, bu sizin çıxarımlarınızdır. Tərtəmiz bir dəlil verməyiniz lazımdır. Və bu dəlillər müşahidə olan obyektlə referent təşkil eləməlidir. Müşahidə oluna bilən real bir obyektə bağlayın bu məsələni. Bu arada dağınıq istiqamətlərdən hərəkət edirsiniz. Bu səbəbdən mən də konturu dağınıq olaraq verirəm. Yəni qarışıq olmasın. Bir ağıllı dizayner var və bu ağıllı dizayn var və dizayner yaratmışdır demək, bu sizin çıxarışınız ola bilər. Çünki ortada hələ ki bir dəlil yoxdur. Aşağı yuxarı bir saatlıq diskusiyamız var. Yenə də siz bunun meyarlarını, bunun hansı sübut kateqoriyasında, hansı istiqamətdə qəbul olunacağını qoymamışsınız. Yox, niyə ki? Time söhbəti var da. Qarşılıqlı danışmaq debatın qaydalarına uyğun deyil. O girsin, bu girsin, aləm qarşısında yoldaşlar olmaz ki. Siz razılaşa bilərsiniz. Abu Talib Bey. Özünüzdə. Başlayam. Bir saniye. Belə maraqsızdır. Məncə niyə ki, Time-la danışmaq daha maraqlıdır? Məncə də, yəni hamı sözünü deyə bilirdi. Hər şey deyirlər, 5 dəqiqənin uzun olması üçün deyirlər. Amma bu məncə də uzundur. Çünki müzakirə olunan mövzu 5 dəqiqə danışılacaq qədər ehtiyac deyil. Real debatda yarım saat da çəkə bilər. Əgər kimsə fikrini 5 dəqiqədən əvvəl yekunlaşdırsa, okey. Deyirsin ki, mən yekunlaşdırdım, digər tərəf danışsın. Qısa diyaloq olsa daha maraqlı olardı. Düşünərik bunu. Sən hazır olanda demə başlayayım. Yox, mənim üçün nə fərq var ki, siz hazır olmalısınız. Mən hazıram mən. Sənə görə gözləyirəm burada. Buyurun. Tamam. Okey. Deməli, deyirsən ki, sizin Tanrı modelinizə qarşı bir alternativ təqdim edəcəm və burada ontoloji naturalizm və modal nihilizm kimi terminlər istifadə elədim. Mən həqiqətən modal nihilizm nədir bilmirəm. Doğrudan deyirəm bilmirəm modal nihilizmi. Və bu modal nihilizm anlayışı ümumiyyətlə necə Tanrıya qarşı bir alternativ olur? Bu keçən dəfə də izləyicilər hamısı bu şeydən şikayət edirdi. Termini deyirsən, amma heç bir izah vermirsən termin haqqında. Modal nihilizm buna alternativdir, vəsə. Yəni bu biraz yanlış yanaşmadır. Ən azından izah verilməlidir ki, modal nihilizm necə buna alternativ olur? Necə Tanrı konsepsiyasının yerinə keçə bilir?
və bir alternativ kimi təqdim oluna bilər. Bunu mütləq formada əsaslandırmaq lazımdır. Bu birinci məsələ. İkinci məsələ, deyirsən ki, məqsədsiz və səbəbsiz hadisələr var və bunlara dair də bir neçə misal verməyi çox xahiş edirdim ki, bunlar nələrdir? Məqsədsiz hadisə dediyin şey nədir ki, deyirsən, bundan çıxarış edib Tanrının olmadığını göstərə bilərik. Xahiş edirəm buna da bir neçə misal verə bilərsən. İkinci deyirsən, gələcək haqqında təxmin verirsən məqsəd arqumenti ilə. Bunu da mən anlaya bilmədim. Necə gələcəyə dair təxmin yürüdürəm mən. Mən sadəcə deyirəm ki, kainat başa düşüləndirsə, deməli bir məqsədli formada yaradılır. Mən demirəm ki, bunun gələcək məqsədi nədir? Mən bundan danışmıram. Deyirəm ki, bir anlaşılanlıq varsa, başa düşülənlik varsa, mütləq formada arxasında bunun məqsəd var. Bu qaçınılmazdır. Çünki başa düşülən bir şey məqsədli bir şeydir. Digər bir məsələ, Tanrı varsa yaradıcı da olmalıdır. Bu yəni deyirəm, məntiq xətasıdır. Niyə görə? Çünki biz heç vaxt demirik ki, hər şeyin bir yaradıcısı var. Biz deyirik ki, yaradılmış hər şeyin yaradıcısı var. Və yaxud bu cür ki, hər nəticənin bir səbəbi var. Biz demirik, hər səbəbin bir səbəbi var, hər nəticənin bir səbəbi var. Ona görə Tanrı, hər şeyin bir yaradıcısı varsa, Tanrı'nın kim yaradıb sualı yanlışdır. Çünki birincisi biz analogiyanı bu cür qoymuruq ki, hər şeyin bir yaradıcısı var, bu cür qoymuruq. Mənim çıxarışım da budur ki, yenə də təkrar deyirəm, hələ də heç bir kontrargument gəlməyib mənim iddialarıma qarşı və məntiq qanunu ilə isbat elədim iddiamı, hələ buna bir kontrargument gəlmədi. Hələ də havada uçuşur ki, belə deyək, bu məntiq xətasıdır. Bu nədən əsaslandırma yoxdur ortada. Sadəcə söz səviyyəsində qalıb bu, yəni dəlil səviyyəsinə keçməyib. Digər tərəfdə isə imzasını konkret göstərməliyik biz kainatda. Mən düşünürəm ki, imzasını ən konkret yerdə göstərdim. Yəni xüsusi detallarda yox, ümumi kainat konsepsiyasını ələ aldım və bu kainat konsepsiyasının başa düşülənliyindən çıxarış eləyərək mən bu qənaətə gəlirəm ki, kainatın mütləq formada məqsədli ortaya çıxarışı müzakirə mövzusudur və bu məqsədli ortaya çıxış bir şuurun göstəricisidir ki, bu da bizim dediyimiz Tanrıdır. Düşünürəm ki, bu mövzu həqiqətən artıq heç bir əks arqument gəlmir qarşı tərəfdən. Ona görə mən bəlkə ikinci məsələyə keçim Tanrının imzası ilə bağlı, bilmirəm. Əgər təbii ki, razısansa başı yerlə ikinci məsələyə keçim, razı deyilsənsə burada qalaq. Okey, yaxşı. Onda mən yenə də deyirəm, dediyim məsələlərdə səndən konkret dəlillər istəyirəm. Həm məntiq qanunu ilə əsaslandırdığım məsələni hələ də heç bir kontrargument, heç bir əks dəlil gətirilməyib bu məsələyə bağlı. Yenə də deyirəm, əgər bir şeyin dəlili məntiq qanunu ilə gətirilibsə, mütləq formada onun təkzibi də məntiq qanunları ilə verilməlidir. Və bu verilmirsə, birinci arqument hələ də qüvvədədir və doğru sayılır. Başqa, əgər ikinci arqumentə girməyimə mənim icazə vermirsən, sən deyirsən birincidə qalaq. Onda zəhmət olmasa xahiş edirəm, mənim suallarımı cavablandır, iddiaları əsaslandır, argumentasiyaları dəlilləndir və ondan sonra artıq biz növbəti mövzu haqqında danışa bilərik. Əgər bu dəfə də dediyin şeyləri əsaslandırmasan, dəlilləndirməsən, mən artıq birbaşa ikinci mövzuya keçəcəm və bəlkə o mövzunu əsaslandırma lüksum olar. Mən deyəcəyim bu qədər. 40 saniyəm qalıb, istəyirsən onda sən danış, necəsən fərqi yox. Yox, 40 saniyə keçsin. Okay. Keçsin. Gözəl, çox gözəl. Go, defans blok. Not dəftərini tamamen bağlayır. Zaten argumentlərə cavab vermirsən, o dəftərə ehtiyacım yox. Yo, dəftərə heç ehtiyacım olmayacaq. Əmin ol. Okay. Metafizik bir argumentin ispat yükünü məclisdə atmaq bu yaxşı bir variantdır. Mən ispat yükünü atmam, mən ispat verirəm. Deyirəm ki, bunun sorun değil. Bu bir diskussiyadır. Bir dəqiqəlik fasilə vermə imkanımız var. Mən üçün fərqi yox. Böyük ehtimal 4-5 round davam edəcək.
Ekranı bağlayıram, amma səsim gəlir. Okey. Salam Torol, salam Oğuz. Ya bu normaldır, normaldır. Şimdi bir saat bir geri qaytar deyir. Rəşid necəsən, nə var, nə yox? Rəşid, sən mesaj yazsam, burası başım qarışıq olub bu ya. Rəşid bəy nə dedi? Deyir bir saatımı geri ver. Mənə deyir. Mənə yazır. Əslində düz yazır. Yoldaşlar, xahiş edirəm etik çərçivədə yazın da. Niyə mən sizə səssiz atım ya blok atıram? Sağ ol qardaş, sağ ol. Allah kömək olsun. Modlar görürük, prosta mod yoxdur. Modun biri müntəzir idi, yoxdur yayımda. Biri kim idi bilmirəm, yadımdan çıxıb mod idi, o da yoxdur. 6 ay ilə qoy, yo. Hadi İlmin, sən də moderatorsan da, söyüşləri də atdasızsın. Şiyə mən. O nə qədər rəy gəlir, çatdırıb oxuya bilmirəm, o nə edirsin. Ziya, mən atı. Sağ ol Sərxan, Allah ki, mən alsın. Valla modal nihilizm doğrudan da nihilizmi bilirəm, amma modal nihilizm və bunun tanrıya alternativ olması, yəni mənim üçün çox yenilici bir... Bəs olmadı ki, Ziya bəy, siz plantinqo bilməliydiniz axı. Mən modal nihilizmin tanrıya alternativ olması valla ilk dəfə Tanrıya alternativ məsələ deyil ki, bu zəruri varlığa alternativ məsələdir. Okey, onda gətir baxım da görüm necə. Sən əsaslandırmırsan axı, Çevik, problem oradadır. Deyirsən sözü, amma əsas vermirsən bundan bağlı. Tamam. Yəni tamamlayayım siqarayı. Anlayıram, bəli. Allahı kim yaratdı sualından qaçmırıq, əzizim Kənan bəy. Mən deyirəm, yəni bu burada cavab veriləsi sual deyil. Yəni debatın keyfiyyətini salır aşağı bu sual. Yəni niyə qaçmır? Debatın keyfiyyətini salmayacağıq. Yox, o sualı deyirəm. Yazır ki, bir nəfər niyə qaçdın bu sualda? Ətraflı cavab vermədim. Mən də deyirəm ki, yəni bu ətraflı, bu debatda bu ətraflı cavab veriləsi sual deyil ümumiyyətlə. Yəni hə, başlaya bilərik əslində. okey, başla. Mən başla göndərim onda. Əla. Başlayaq belə. Bayaqdan aşağı yuxarı 1 saat 10 dəqiqəlik, 1 saatlıq debatda məntiqi argumentasiya qurduğumuz, çıxarış verdiyimiz, məntiqi rəddiyəsini istədiyimiz məntiqi nəticənin kifayət qədər xətalı olduğunu açıqladım zaten. Xətalı olan bir məntiqə rəddiyə vermə ehtiyacı ona görə duymıram ki, zaten xətalarını da dedim, açıq şəkildə dedim. Amma əgər mən verdiyim iddiaları dəstəkləmədiyimi düşünürsünüzsə, tam başa qayıdıram, yəni tam mərkəzə qayıdıram. Mənə real obyekt olaraq dəyərləndirdiyiniz, ontoloji fakt olaraq dəyərləndirdiyiniz, yəni varlığının faktı olaraq dəyərləndirdiyiniz və müzakirəyə aldığınız tanrı konseptini, referentini hansı real obyektə işarə elədiyini, yəni tam olaraq siz hansı real obyektlə bağlı iddia qoyursunuz və sizin hansı istiqamətdən qəbul və təqzib təyinatlarınız var. Bunları açıqlamağınızı tələb edirəm. Necə ki, siz tələb edirsiniz. Birə-bir. Tələb elədiyiniz kimi mən də bunları tələb edirəm. Zəruri olaraq qəbul edədiyiniz varlığı hansı şərtlərlə, hansı məntiq düsturunda qəbul edirsiniz? Yəni, var, istisnasız var olmalıdır saydığınız. Hansı məntiq qaydalarına əsasən qəbul edirsiniz bunu? Qəbul eləməmişdən qabaq epistemik təməli olmayan bir
varlıq kateqoriyasına daxil değildir. Daxil olması üçün referentini istisnasız olarak verməyinizi istəyirəm. Buyurun, mənim sözüm bitdi. Ya, bu istiqamətlərdə cavab almamış ümumiyyətlə geri qalan heç bir argumentasiya ilə dəstəkləməyə ehtiyac da görmürəm. Siz davam edə bilərsiniz. Okey, onda sənin vaxtı da mən danışayım. Çünki deyirsən zəruri varlığın dəlillərini verməlisən, düzdür? Nəyə əsasən sən deyirsən ki, zəruri varlıq olmalıdır. Düzdür? Xeyr. Mən bu cür başa düşdüm. O ikincisidir. Birincisi dedim ki, zəruri varlıq dediyiniz şey, varlığı ontoloji fakt olaraq hansı əsaslarla dəyərləndirirsiniz? Ontoloji əsaslardan Hansı çıxarışlarla, hansı meyarlarla ontoloji iddia olaraq ortaya ata bilirsiniz? Heç bir epistemik və empirik rasional tərkib olmayan bir şey. epistemik tərkibi olmadığını necə çıxarış edirsən ki? Ona görə çıxarış edirəm ki, meyarlarını təyin eləməmisiz. Xassələrini təyin eləməmisiz, meyarlarını təyin eləməmisiz. Hadisələrini mən də birinci İstinad tərkibini təyin eləməmisiz. Fonetik söz yığınından başqa, hərf yığınından başqa heç bir kateqoriyaya salına bilməyəcək durumda hal-hazırda. mən yetəri qədər hadisələrə bağlı hadisələrlə bağlı tərif verdiyimi düşünürəm birinci debatda. Yenə də bura qayıdırıq. Yox, ona görə qayıtdıq ki, bəy, siz davamlı... Onda yenə semantika qayıdırıq da, düzdür? Yox, semantikdən də daha gerisinə qayıdacam. Hara qayıdacam? Dilin istinad xətaları, epistemik çıxış icazəsi qaydaları Qayıtdan 2 dəqiqə və terminin legitimləşdirilməsi. 2 dəqiqə vaxtım var da, qayıt, izah elə. Yox, qayıtdım, yox, iki sual qoydum ortaya, iki argument qoydum ortaya. Birinci argumenti bundan ibarətdir ki, ontoloji fakt olaraq dəyərləndirdiyiniz tanrı hansı real obyektə əsaslanır? İkincisi də bundan ibarətdir ki, bunun təyinat meyarları nədir? Xassə meyarları nədir? Təqzif və qəbul meyarları nədir? Bax, Cevik, hansı real obyektə əsaslanır deyəndə mən sənin nəyi qəsd elədiyini bilmirəm. Bax, bunu qəsd edirəm. Real, var olan, müşahidə oluna bilən bir obyektə əsaslanmayan bir iddia ontoloji çıxarış səbəbi deyil. Okay. Müşahidə olunan obyektə necə əsaslanmalıdır ki? Bir dənə onun meyarı dedim, ki, necə əsaslanmalıdır? Müşahidə tərkibi olmalıdır. Tərkibində, müşahidə tərkibinin içində hər hansı bir müşahidə olunan fəaliyyət və real ya empirik tərkib olmalıdır. Empirik tərkib olmalıdır. Rasional kateqoriyaya girmək üçün minimum empirik epistemik tərkib olmalıdır. Ən azından bunları da təmin edə bilmirsinizsə, təmin eləməli olduğunuz şey təqzif və qəbul meyarlarını açıqdan təyin eləməyinizdir. Valla Cevik, mən elə gəlsəm özündə tələb elədiyin şeyləri tam başa düşmürsən. Çünki valla gah empirik deyirsən, gah epistemik deyirsən. Bax, Ziya bəy, anlaşdığımız üzrə istifadə edəcəyimiz qaynaqlarda modern analitik fəlsəfə də var. Bir dənə basit bir şey deyim Cevik, bax. Rasionalizm və empirizm epistemologiyanın bölmələridir. Bəli, doğrudur. Sən deyirsən ki, ya epistemikdən el gəlməlidir, ya empirikdən el gəlməlidir. Ya mən anlaya bilmirəm, sən buradan nə demək istəyirsən? Yəni epistemologiyanın iki meyarını qoysan epistemologiyanın yanına deyirsən bunlardan biri ilə dəlil gətirilməlidir. Bu ümumiyyətlə nə deməkdir? Yəni mən anlaya bilmirəm həqiqətən. Bu o deməkdir ki, tanrı dediyiniz obyekt, tanrını bağladığınız obyekt nəyə istinad edir? Nəyə istinad edir? Bütün kainatı yaradan mənasıdırsa, bütün kainatı bunu ağla istinad edir. O zaman ağıl yoluyla, yəni əqli yola demək istəyirsinizsə, əqil yoluyla hansı isbat meyarlarına tabedir? Hansı təqzim meyarlarına tabedir? Hansı xassələrdə kateqorize oluna bilər? Bunların net bir şəkildə bilinməsi lazımdır. Ki biz sizin İkimiz də ayıra bilək ki, sizin ağıllı dizayner dediyiniz mövzu, fiziki olgudumu, metafizik bir olgudumu nədirsə tam olaraq təyin olunmasını istəyirəm. Və bu mənim təməl haqqımdır. Okey, çox gözəl. Bəli. Başlayayım? Bəli, buyurun. Modal ateizm nə idi, Azad? Deməli deyirsən biz birinci tanrının fiziki ya metafiziki olduğunu, yəni bu mövzular mənə o qədər belə şey qəribə gəlmişdən zaten biz iki mövzudur, tanrının metafizik olduğu qənaətinə gəlmişik və yenə də bunun fizikidir, metafizikidir ya nədir söhbəti gedir, bunu anlaya bilmirəm mən.
İkincisi, deyirsən ki, bir şey müşahidə dəlili zaten müşahidə predmeti ola bilməz Tanrı haqqında. Çünki yenə də deyirəm, biz artıq 2 debatda bu qənaət etdik ki, Tanrı metafizik bir varlıqdır, fiziki bir varlıq deyil. Və ona görə bunun müşahidə olunması, yəni fizika çərçivəsində müşahidə olması mümkün deyil. Deməli, Tanrının meyarları, yəni Tanrının varlığından və ya yoxluğundan, dəlillərindən və təkzibindən danışanda biz ancaq və ancaq epistemologiyanın rasional idrak bölməsindən danışa bilərik ki, əqli idrakla biz Tanrı haqqında dəlillər təqdim edə bilərik və təkziblər, inkarlar təqdim edə bilərik Tanrı haqqında. Və bu dəlillər də mütləq formada məntiq qanunları ilə əsaslandırılmalıdır ki, mən əsaslandırdığımı düşünürəm və əks arqument gəlmədiyi qənaətini deyəm. Və yenə də deyirəm, mən bunu hələ də sənin üçün açıq saxlayıram, yenə də gətirə bilərsən. Dediyim kimi, bu rasional idrakla, rasional dəlillərlə əsaslandırılmalıdır və məntiq qanunları ilə Tanrı dediyimiz varlıq. Tanrının da xüsusiyyətləri haqqında ilk debatda demişdim. Əzəli olmalıdır, ağıllı olmalıdır, məqsədli yaratmalıdır, yaratdıqları ilə kontakt qurmalıdır, əbədi olmalıdır və s. Yəni, əsas xüsusiyyətlərini mən vurğulamışam. Və bu xüsusiyyətlərə ağıl yolu ilə çatmaq hər birinə ağıl yolu ilə çatmaq, müqayisələrlə, ağıl yürütmələrlə, məntiq qanunları ilə bunlara çatmaq yetərli qədər mümkündür və mən düşünürəm ki, bunu da eləmişəm bu debatın bu mərhələsinə qədər. 2. Zəruri varlıq deyirsən ki, zəruri varlığın dəlilləri təqdim olunmalıdır. Tamam, mən rasional formada 3 dəqiqəm var, bacardığım qədər zəruri varlığın dəlilini təqdim edəcəm. Deməli, varlıq aləmi ya mümkün varlıq olmalıdır, ya da zəruri varlıq olmalıdır. Yəni, vacib varlıq olmalıdır. Mümkün və zəruri varlıq arasındakı fərq budur ki, mümkün varlıq var ola da bilər, var olmaya da bilər və var olması üçün mütləq formada onu var eləyəcək bir səbəbə ehtiyacı var. Zəruri varlığı isə budur ki, onun var olmama ehtimalı yoxdur, mütləq formada var, əzəliyyətdən var və onun var olması üçün heç bir səbəbə ehtiyac yoxdur, çünki o nəticə deyil, yəni mümkün varlıq kimi bir nəticə deyil. İndi gələk biz zəruri varlığın var olduğunu ağıldan necə bilirik, izah edeyim onu. Bizim varlıq aləmimiz, yəni bizim yaşadığımız kainat mütləq formada mümkün varlıqdır, mümkün vücuddur, mütləq zəruri vücud deyil. Çünki ən azından bizə kainatın yaranması, dünyanın yaranması, insanın yaranması kimi hadisələr məlumdur. Və biz bilirik ki, kainatımız, dünyamız və insan, bəşəriyyət aləmi mümkün vücuddursa, deməli mümkün vücudun ortaya çıxması üçün mütləq formada bir səbəbə ehtiyac var. Bu zaman ortaya sual çıxır. Mümkün varlıq aləmimizin səbəbi özü də mümkündür, yoxsa zəruridir? Əgər biz desək ki, onun da səbəbi mümkün varlıqdır, yenə də ortaya sual çıxır ki, bəs onun səbəbi nədir? Çünki hər bir mümkün varlığın mütləq formada səbəbə ehtiyacı var və bu səbəbi izah eləməliyik ki, bunun səbəbi nədir? Əgər biz desək ki, varlıq, səbəb və nəticə zinciri, yəni mümkün vücudlar ki, səbəb olurlar, bu sonsuza qədər gedir, silsiləvi sonsuza qədər gedir, əzəlidir. Bu artıq məntiq xətasına yol verir. Niyə görə? Çünki əgər başlanğıc yoxdursa, nəticə ortaya çıxa bilməz. Əgər səbəb-nəticə ardıcıllığı əzəlidirsə, o zaman bizim kainatımız necə ortaya çıxıb? Bu ona bənzəyir ki, sanki biz deyirik ki, mən varam, amma babam hələ doğulmayıb. Mənim babam doğulmayıbsa, dünyaya gəlmişsə, mən necə var olam? Yəni, səbəb-nəticə zinciri əzəlidirsə, hələ bir başlanğıcı yoxdursa və hələ də getməkdədirsə, davam eləməkdədirsə, o zaman bizim kainatımız kimi bir nəticə necə ortaya çıxdı? Bu da əsaslandırılmalıdır ki, bu təsəlsül xətasıdır və məntiqsizdir. İkinci, Immanuel Kant'un rəddiyəsi var buna qarşı ki, dairəvi arqument var. Immanuel Kant deyir ki, biz bunu zəncirvari yox, dairəvi düşünməliyik. Yəni, biz bunu uzun yox, yumru A B-nin səbəbidir, B C-nin səbəbidir, C D-nin səbəbidir, D yenə A-nın səbəbidir. Bu zaman yenə məntiq xətası çıxır ortaya. Çünki əgər 4 varlıq dairəvi şəkildə bir-birinin səbəbidirsə və biri olmasa, digəri ola bilməzsə, biri hərəkətə keçməsə, digəri hərəkətə keçməzsə, bunlar heç bir zaman 4-ü bir yerdə hərəkətə keçə bilməz. Çünki bunlar 4-ünün hərəkəti bir-birindən asılıdır. Biri hərəkətləməsə, digəri hərəkətləyə bilməz. İndi vaxtım bitdi. Əgər istəsən 1-2 dəqiqədə danışa bilərəm bunun haqqında, istəməsən davam eləsən. Səsin bağlıdır.
Yox, vaxtımız var hələ ki, amma istəyirsənsə mən bura qədər olan mövzulara fikrimi bildireyim, yəni qarşı. Okey, onda mən zəruri varlığın davamını danışaram. Hə. Tamam. Göndəreyim. Ha. Hə. Birincisi, məsələ bundan ibarətdir ki, keçən dəfəki yayında dediyin şeylər təsvir idi. Yəni birbaşa təsvir elədim və bu sənin istədilən formada təsvir eləməyində ola bilər. Başqası başqa cür dəyərləndirə bilər, başqası başqa cür təfsir verə bilər. Yəni daha sərbəst dildə, sadə dildə desək, sən bir sifət yüklüysən, bir sifət təyin edirsən. Bu onun mənasını etibar eləmir. İkincisi, zəruri varlıqdan danışırsan. Zəruri varlıq dediyin obyekt hansı analitik və empirik əsaslarla varlıq kateqoriyasına alınır? İstisnasız cavablanmalıdır. Çünki bir varlıq kateqoriyasında hələ düşməyi belə sual altında olan bir varlığın xassələrindən və ya sifətlərindən danışmaq artıq ikinci plan bir məsələdir. O səbəbdən də mən tələb edirəm ki, varlıq kateqoriyasına hansı empirik və analitik səbəbdən dolayı sən bunu varlıq kateqoriyasına salırsan. İkincisi, deyirsən ki, zəruri varlıq mümkün olmalıdır. Bu arada modal nihilizmi bilməməyin Plantinga mövzusunda ciddi bir problem. Çünki zəruri varlıq anlayışı da bu istiqamətdən çıxan, bu tərkibdən çıxan bir anlayışdır. Zəruri varlıq ona görə mən kontranı belə qururam ki, zəruri varlıq ona görə mümkün ola bilməz ki, bir şeyin mümkün olan, zəruri olması üçün alternativin olmaması lazımdır. Zəruri varlığın, bayaq modal nihilizmlə bağlı bilmirəm dedin, ümumiyyətlə məlumatım yoxdur. Mümkün dünyalar məsələsidir bu, mümkün kontingent varlıqların, yəni kontingent varlıqların izahı üçün hər hansısa bir zəruri varlıq olmalıdır. Məsələ bundan ibarətdir ki, mümkün dünyalarda bir tanrı var. Dolayısıyla bu dünyada da bir tanrı var. O deməkdir ki, tanrı var. Argumentin təməli budur əslində. Argumentin təməli budursa, mümkün dünyalarda bir tanrı yoxdur. Heç bir dünyada bir tanrı yoxdur. Bu dünyada da bir tanrı yoxdur. Hər iki iddia, yəni sənin ortaya qoyduğun iddia modal formallıqda hər iki iddia simmetriya təşkil edir. Simmetriya təşkil edən bir iddiadan deduktiv nəticə çıxarda bilməzsən, abduktiv nəticə çıxarda bilərsən. Bu artıq sənin seçimin ola bilər. Çünki bunun alternativində multiverse ola bilər. Yəni çoxlu kainat prinsiplərdə işləyə bilər. Ontoloji naturalizmdə işləyə bilər. Modal nihilizmin öz içində çürüyür burada. Yəni ortaya qoyduğun argument nə təşkil edir? Simmetriya təşkil edir. Əgər sən klassik fəlsəfədən və formal məntiqdən argument gətirsənsə, mən də bundan argument gətirə bilərəm. Bu arada məntiqi olaraq argument istədim, bu da məntiqi bir dəstəkdir, məntiqi bir rəddiyyədir. Digər bir məsələ, sən hələ də varlıq dediyin, varlıq təyinatını aldığın obyektin hansı əsaslarla ontoloji bir çıxışa sahib olduğunu və ontoloji konseptdə dəyərləndirə biləcəyini düşünürsən. Birinci sualda verdiyim kimi. Bunlar təyin olunmamış, heç bir mümkün varlıqdan danışmaq ehtimalı belə yoxdur. Çünki mümkün varlıq dediyin şeyin təməli olmalıdır, bir meyarları olmalıdır və dediyim bütün təsvirlərdə təsvirdir sadəcə. Sifət yüklüysən, xassələrini təyin eləməmsən, digər kontingent varlıqlardan olan ana xətləri ilə təyin eləməmsən, nələri istinad eləsək, hansı formatdan istifadə eləsək bu digərlərindən ayrılır, kontingent, yəni mümkün varlıqlardan ayrılır və bu mümkün varlığın təqzim və qəbul meyarlarını da bəlli bir çərçivədə təsdiq eləməmsən. Təsdiq olunmayan, yəni meyarları təsdiq olunmayan bir şeydən ontoloji bir fakt olaraq ortaya qoya bilməzsən. Sadəcə bu şəxsi fərzi olaraq. Mən belə dəyərləndirirəm və ya izah edə bilmədiyim və ya qəbul edə bilmədiyim bir şey Tanrıya yükləyirəm deməklə eyni şeydir. Orada mən bitirdim. Çünki geri qalanını da sən argumentin kəsdiyin yerdən tamamladıqdan sonra davam edəcəm. Hə, onda zəruri varlıq məsələsinə davam edeyim, sonra toxunum sən mövzuya. Toxunmaq istəyirsənsə toxun, amma modal məntiqdə zəruri varlıq argumenti çökmüş sayılır. Modal məntiqdə çökmüş sayılır. Bəli. Məsələn, hansı filosof, hansı məntiq alimi çökdürüb bunu? Hansı varlıq çökdürüb? Hansı filosof, hansı məntiq alimi bu şeyi çökdürüb, yəni? Ümumiyyətlə, bunun çökmə prosesi necə baş verir, zəruri varlığı çökür? Modal məntiq çərçivəsində hər iki iddia simmetrikdirsə, oradan bir nəticə çıxarda bilməzsən. Objection, simmetriya, kollaps. Ümumiyyətlə, zəruri varlıq iddiası simmetriyadan çıxarış olunan bir iddia deyil. Sən Plantinganın iddiasını verirsən ki, mümkün dünyalar var və mümkün dünyalar var. Modal nihilizm tam olaraq oydu. Bildim, mən bu eşitməmişəm modal nihilizmə qədər. Plantinganı yaxşı oxumaq lazım idi də bəy. Mən Plantinga şünas deyiləm. Yəni və Plantinga külliyatını əzbər bilmirəm və həqiqətən də oxuduqlarımda hələ də sənin dediyin şey rastına çıxmıyor.
İkinci bir məsələ odur ki, mənim zəruri varlıq arqumentimi ya sən dinləmirsən. Çünki mən burada simmetriyadan çıxarış eləmirəm. Mən məntiq Metreden çıxarış eləmirsiniz və üzr istəyirəm. Yəni sərbəst danışıqsa hələ ki, çünki time mənə idi. Hələ üstəlik sərbəst danışıq. Sərbəst danışıqsa siz simmetriyadan çıxarışı siz eləmirsiniz, mən eləyirəm. Və modal məntiq formatında eləyirəm. Yəni məntiqi bir rəddiyə, hər hansısa bir məntiq formatında rəddiyə istəyirsiniz. Bunu da verdim. Üstəlik siz hələ bir varlığı ontoloji kateqoriyaya da sala bilməmisiniz. Hələ onun varlığını. Məsələ nədir bilirsən, TV? Mən bir arqument verirəm. Sən mənim verdiyim arqumenti yox, başqa öz ağlınla belə deyə də əsaslandırdığın bir arqumenti gətirib tənqid edirsən. Mənim arqumentim qalır qıraqda. Deyirsən bunu sən demədin, mən dedim və tənqid elədim. Mənim dediyim arqumenti tənqid eləmirsən, axı sən başqa bir arqumenti tənqid edirsən. Əzizim, siz dediniz ki, mümkün varlıqların, yəni kontingent varlıqların, mümkün varlıqların izahı üçün zəruri varlıq lazımdır, düzdür? Xeyr, mən belə şey izahı üçün yox. Ortaya Kontingent varlıqlar üçün zəruri bir varlıq lazımdır. Belə bir iddia qoydunuz. Bəli. Mən də deyirəm ki, sizin ortaya qoyduğunuz zəruri varlığın alternativi varsa zəruri statusu düşür. Alternativ nədir? Alternativi ontoloji naturalizmdir. Sadəcə bir multiverse'dür. Tamam gözüm, okeydir. Və ontoloji naturalizm deyirsən. Bəli. Əsaslandır görüm bu zəruri varlığa necə alternativ olur? Zəruri varlıq ona görə birincisi iki istiqamət var. Əsaslandırma vermirsən. Bax, problem buradadır. Əsaslandırma mən verirəm. Siz uyğun qəbul eləmirsiniz. Bu artıq Mən siz qəbul edirəm. Valla düz deyirsənsə qəbul edəcəm. Sən bir dənə əsaslandırma. düz deyirəmsə deyəndə, düz deyirəmsə deyəndə, məntiqi rəddiyə verirəm, onu da qəbul eləmirsiniz. Halbuki plantiqadan argument gətirsiniz deməndə. Məntiqi rəddiyə verməmsən sən burada. Açıqdan sizə məntiqi rəddiyə verdim. Modal formallıqda simmetriya yaradan iki arqument çıxarış səbəbi ola bilməz. Mən ümumiyyətlə mən o barədə burada 180 nəfər mənə baxır, 120 nəfər sənə, 300 adam baxır. Mən burada ümumiyyətlə simmetriya ilə nə isə isbat elədim. Çox xahiş edirəm. Yazın rəylərdə. Mən nə simmetriya? Əzizim, siz yenə düz bir-birimizi başa düşmürük. Mən simmetriya, yəni siz simmetriya ilə nəsə isbat edirsiniz demirəm. Mən sizə deyirəm ki, Bunu iddia eləmədiyim bir şey haqqında niyə danışırıq ki? zəruri varlıq iddiasında çıxış elədiniz. Zəruri varlıq iddiasına bax. Mümkün zəruri varlıq. Üzr istəyirəm. Mən zəruri varlıq haqqında iddiam İbn Sina və Molla Sədraya dayanan bir iddiadır. Alvin Plantinga dayanan bir iddia deyil zəruri Nə varlıq. fərqi var ki, Plantingaya dayanmasa belə zəruri varlıq iddiası varsa, mən də bunu modal məntiqlər rəddiyasını verirəm. Bax, yəni sən Plantinganın simmetriya ilə ortaya atdığı bir arqumenti gətirirsən ki, bu çöküb. Mən də deyirəm ki, mən zəruri varlıqdan danışıram. Mən bundan danışmıram. Mən İbn Sina'nın Burhan-ı Siddiqindən danışıram. O zaman baştan çökür ki, siz onda demək istəyirsiniz ki, İbn Sina üçün başqa bir zəruri varlıq var, Plantinga üçün başqa bir zəruri varlıq var. Hayır, Plantinganın dediyi zəruri varlığa mən o arqumenti simmetriya arqumentini mən Simmetriya argument deyil, bəy, məntiqi bir iddiadır, çıxarışdır. Plantinga necə deyir o da? Bir də mən deyim Bax, Plantinga necə deyir, siz deyirsiniz ki, idealistdə ki, bir zəruri varlıq var. Ha, çox xahiş edirəm. Bir dedim ki, Plantinga belə bir çıxarış edir. Bu da mən Plantinga, yox, bəy, bax, doğru dedim mən sadə da. Yaxşı, o Plantinganı qoyduq qırağa. Bunu bir dənə iddia edir, Elvin Ayətoğlu iddia edir. O arqumenti bir dənə dedi, o simmetriya arqumenti nə idi? Mümkün zəruri varlıq iddiasında çıxış edirsinizsə, bir varlığın zəruri olması üçün onun alternativinin olmaması lazımdır. Doğrudur. Bax, əlinizdə 4 dənə, 3 dənə bir variant var. Siz bunu seçib deyirsiniz ki, bu zəruri varlıqdır. İzah edə bildim. Hə, deyirsən ki, yəni zəruri başqa bir varlıqda zəruri varlıq ola bilər. Yəni şərt Varlıqdan getmir söhbət. Zəruri varlığın alternativi varsa, o zəruri varlıq ola bilmir. Alternativ olan bir model varsa ortada. Siz necə zəruri varlıq iddiasına Mən bayaqdan bax onun üzərində gedirəm, deyirəm bir dənə alternativ de mənə. Termini deyirsən, gedirsən. Bax deyirsən ontoloji naturalizm, düzdür? Multiverse. Bax, multiverse zəruri varlığa heç vaxt alternativ sayıla bilməz. Niyə? Niyə görə deyim sənə? Çünki multiverse məsələni həll eləmir. Birincisi multiverse alternativ olması üçün multiversə çox ciddi dəlillər lazımdır və bilirsən ki, multiverse hipotez səviyyəsindədir multiverse. Metafizik bir iddiadır. Metafizik iddia bax, bu cür metafizik iddia çıxarılması üçün bax diqqət elə. Ən azından mənim verdiyim kimi məntiqi dəlillər vermək lazımdır. Bu alternativ deyil və alternativ sayıla bilməz. İkincisi, multiverse nəzəriyyəsi yenə də məsələni həll eləmir. Yenə də orada bir mexanizma var.
və bu mexanizmanın əzəli olması müzakirə mövzusu ola bilməz ki, orada əzəli olan nədir ümumiyyətlə? Multiverse-də əzəli olan şey nədir? Bir dənə onu de mənə. Davam edeyim. Mən sual verəm, mənim vaxtımdan getmir. Bir azad şey deyib biz indi. Hə, azad şeydir. Multiverse-də nəyə soruşursunuz? Deyirəm, multiverse-də əzəli olan nədir? Multiverse-də çox struktur var da. O strukturun içində əzəli olan şey nədir ümumiyyətlə? Strukturun əzəli olan şeyi Big Bang ola bilər, başqa bir olgu ola bilər, hər hansısa bir davamlılıq ola bilər. Big Bang-in əzəli olmadığı zaten məlumdur da. Big Bang zaten bir yerdən Tam başlayır. olaraq məlum deyil. Çünki multiverse sözü hələ bir şey empirik çərçivədə deyil. Okey, bildim də. Sən hələ multiverse-də əzəli olan şey nədir və zəruri varlığa alternativ kimi təqdim edəcəyin şey nədir bilmirsən. Amma multiverse-in Maddə ola bilər, enerji ola bilər, enerjinin fərqli formu ola bilər, antimaddə ola bilər. Niyə yoxdur ki? bu enerjinin əzəli olmasına heç bir fizik iddia eləmir. Mən iddia eləmirəm, sadəcə hipotez oturam. Necə ki, siz hal-hazırda bir fərziyyə atırsınız. Yəni eləyə qalsa, bax, yenə də deyirəm. Birincisi, enerji və yaxud qaranlıq maddə zəruri varlıq ola bilməz. Niyə görə? Çünki enerjinin fəaliyyət Siz konseptdən çıxardırsınız sağ söhbəti. Konseptdən çıxartmıram. Mən deyirəm ki, zəruri varlıq hər bir şeyin səbəbi olan ilkin səbəb olmalıdır. Bu nəticə ola bilməz. Sən də mənə deyirsən ki, bu enerji ola bilər, bu qaranlıq maddə ola bilər. Bəli. İndi Ziya bəy, məsələ burasındakı bu sizin seçiminiz çərçivəsində qalır. Xahiş var. Enerjinin var olması üçün misal üçün məkana ehtiyac var. Enerji özü deməli hər şeyin səbəbi deyil. Çünki özünün var olması üçün bir səbəbə ehtiyac var, bir məkan olmalıdır bunun üçün. Ola bilər. Deməli zəruri varlıq deyil də, alternativ deyil bu zəruri. Zəruri varlıq deyil yox. Sizin elədiyiniz hal-hazırda iddia, yəni analogiya bundan ibarətdir ki, mən bunu doğru görürəm, bunu qəbul edirəm. Alternativ olduğunu qəbul eləmirsiniz. Mən deyirəm ki, sənin verdiyin alternativlər heç biri zəruri varlıq deyil. Sən mən deyirsən ki, konkret deyil deyirsinizsə, deyilə əsaslandırın. Qulaq as kimsə. İstər mənim vaxtım başlasın, mən ətraflı izah edeyim bunun üçün, niyə ola bilməz. Yox, buyurun, tamam. Şey saçdım. O gün qoy buraya vaxtım başlasın. Okey, indi 5 dəqiqə. Başlasın da, elə bildim ki, mənim vaxtım deyə. 5 dəqiqə mən danışım indi. Yox, ümumi danışıq idi bu. Qarşılıqlı danışırıq çünki. Tamam. Baxın, niyə görə multiverse nəzəriyyəsi ümumiyyətlə nədir dostlar? Burada indi 200 nəfər adam var, ola bilər ki, bir çoxu bilmir bunu. Multiverse nəzəriyyəsi çoxlu kainat nəzəriyyəsidir və iddia budur ki, bir dənə sistem var sonsuz fəzada və bu sistem durmadan bunda Big Banglər baş verir, burada tutan Big Banglər var, tutmayan Big Banglər var və tutan Big Banglərdə artıq yəni böyük partlayışlarda kainatlar formalaşır və bu sonsuz sayda davam edir. Mən deyirəm ki, bu niyə görə? Bu zəruri varlığa alternativ ola bilməz. Bax, izah edirəm bunu. Məncə 4 dəqiqə 17 saniyəm var, sonra rahat izah edə bilərəm. Baxın, biz deyirik ki, zəruri varlıq nədir? Zəruri varlıq ilkin səbəbdir. Bax, bu zəruri varlıq. Bu ilkin səbəbdir. Bu zəruri varlıq elə bir varlıq olmalıdır ki, bu hər şeyin səbəbi olduğuna görə, ilkin səbəb olduğuna görə, bunun özünün səbəbi ola bilməz. Çünki bunun səbəbi olsa təsəlsül xətasına, məntiq xətasına gedib giririk biz. İndi biz multiverse-dən danışanda, multiverse-də məkandan danışırıq, enerjiden danışırıq, qaranlıq maddədən danışırıq, maddənin özündən danışırıq, bir mexanizmadan danışırıq, bir hərəkət ardıcıllığından danışırıq. Bu qədər qarışıq bir sistem öz-özlüyündə zəruri varlıq ola bilməz. Niyə görə? Çünki multiverse-də enerjinin var olması üçün məkana ehtiyac var, maddənin var olması üçün məkana ehtiyac var, məkanın özünün ortaya çıxması üçün enerjiyə ehtiyac var. Və burada bütün mexanizma bir-birinə bağlıdır və bu qədər qarışıq bir-birinə bağlı olan mexanizma özlüyündə zəruri varlıq ola bilməz. Bunu qoyduq qırağa. Ona görə də multiverse nəzəriyyəsi heç vaxt zəruri varlığa alternativ kimi gətirilə bilməz və bu çox ciddi bir məntiq xətasıdır. Və mən zəruri varlıq məsələn bir yarımçıq qaldı. Deməli İmmanuel Kantın dairəvi izahı var, dairəvi izahda deyir ki, siz bunu Aristotel məntiqi ilə düz düşünürsünüz. Yəni, baxın belə, səbəb, nəticə və bu da sonsuz gedə bilməz. Bunu ağıl bizə deyir ki, bu sonsuz gedə bilməz. Kant deyir ki, gəlin bunu bu cür düşünməyək, bunu dairəvi düşünək. Bax, bu cür düşünək, dairəvi. Bu, bunun səbəbidir, bu, bunun səbəbidir, bu, bunun səbəbidir, bu da bunun səbəbidir.
Məntiq bizə deyir ki, dairəvi izahda heç vaxt hərəkət baş verə bilməz. Niyə görə? Çünki hamısı bir-birindən asılıdır. Və təsəvvür edin ki, yarış zolağında 4 dənə yarışmaçı var və bunlar qaçışa başlayacaqlar, bir-birləri ilə yarışacaqlar. Deməli 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli atletlər, yarışmaçılar. Və burada da şərt var. Yarışmanın bir şərti var. Yarışmanın şərti budur ki, 1 nömrəli iştirakçıya deyirlər ki, 2 hərəkət eləməsə hərəkət eləyə bilməzsən. 2-yə deyirlər ki, 3 hərəkət eləməsə eləyə bilməzsən. 3-ə deyirlər ki, 4 hərəkət eləməsə hərəkət eləyə bilməzsən. 4-ə də deyirlər ki, 1 hərəkət eləməsə hərəkət eləyə bilməzsən. Bunların 4-ünün də hərəkəti bir-birindən asılı olduğuna görə bunlar əbədi sükunətdə olmağa məcburdurlar. Çünki birinin hərəkəti digərinin hərəkətindən asılıdır və biri hərəkət eləməsə digəri heç vaxt hərəkətə keçə bilməz. Ona görə İmmanuel Kantın da dairəvi paradoksu xətalıdır və ağıl bizə deyir ki, bütün varlıq aləminin ortaya çıxmasının elə bir səbəbi olmalıdır ki, bu məcburdur belə olmağa. Bunu bizə ağıl deyir. Bunu nə qədər belə deyim də hipotezlə qırağa atmağa çalışsaq da, nə qədər hipotezlərlə inkarləməyə çalışsaq da, ağlın bizə dediyi konkret olaraq, məntiqin bizə dediyi qanun budur ki, varlıq aləminin əvvəlində, başlanğıcında bir dənə varlıq olmalıdır ki, o özü nəticə olmasın. Çünki o nəticə olsa, heç vaxt varlıq ortaya çıxa bilməyəcək. Varlığın ortaya, təsəvvür edin ki, əzəli düşünsək səbəb nəticəni. Bizim dünyamız var, düzdürmü? Dünyamızın səbəbi, onun səbəbi, onun səbəbi, onun səbəbi, onun səbəbi, onun səbəbi. Bu başda olan səbəb var. Bu səbəbi hələ ortada deyil, çünki əzəlidir. Hələ bu sabah baş verəcək. İndi bu sabah baş verəcəksə bunun səbəbi, bu özü necə ortaya çıxıb və bizi yaradır. Yəni bu bayaq dediyim kimi, mən babam doğulmayıb və yaxud ulu babam doğulmayıb, amma mən doğulmuşam varam. Mən necə var ola bilərəm ki, mənim ulu babam hələ doğulmayıb, sabah doğulacaq. Və mənim ulu babam sabah doğulacaqsa, mənim hazırda doğulmağım və var olmağım heç bir halda və heç bir məntiqi ağılla əsaslandırıla bilməz. Bitirdiniz. Bəli. Güzel. Başlayaq və çox da çəkməyəcək bu ehtimal. Tamam. Ziya bəy, birincisi mənə yox, izahı mənə yox, ya da argumentasiyanı mənə yox, kütləyə verdiyinizi düşünürəm. Ümumiyyətlə, mən verdiyim heç hər hansı bir sualın cavabı yoxdur mövzunun içində. Amma qeyd edədiyim bir-iki məsələ var ki, bu tamamlayıcı ünsur statüsü daşıyır. Siz başladığınızda görə mən tamamlamalıyım. Yəni, qaydaya görə. Bugünkü raundu tamamlayıcı şey daşıyır, statüsü daşıyır. Birincisi, real obyekt referenti yoxdur ortada. Yəni sizin varlıq dediyiniz şeyin ümumiyyətlə real şey yoxdur, dayanağı yoxdur. Metafizik bir çıxarış eləyə bilməyiniz üçün belə hepsi bir təməl olmalıdır. Bunun cavabı yoxdur. Mən 2 raundda bunun cavabını görmürəm. İkincisi, məntiqi argument qoydum dediniz. Mən istədiyim məntiqi kateqoriyada onu çürüdə bilərdim ya da rəddiyəsini verə bilərdim. Zaten də verdim, siz qəbul eləmədiniz. Modal istiqamətdə, modal formada verdim. Bu sizin qəbul eləməməyiniz bunun rəddiyəsi olmadığı anlamına gəlmir, verildi zaten. Digər bir məsələ, sona doğru istifadə edədiniz, olmalıdır. İlk başda birisi olmalıdır. Bu sadəcə sizin təxəyyülünüz ola bilər və ya Kantın təxəyyülü ola bilər və ya kimisə təxəyyül ola bilər. Kimdən gətirdiniz sonu? İstənilən şəxsin bir seçimi ola bilər. Mən belə düşünürəm. Bu bir dəlil deyil, bu bir ispat deyil ortada, sübut deyil. İkincisi, babamın babası doğulmayıb amma mən varam. Xeyr, bu da sizin şəxsi seçiminizdir, şəxsi düşüncənizdir, şəxsi yorumunuzdur. Çünki ortada biyologiya reallığı var. Və biyologiya nəyin necə olduğunu yetərincə izah edə bilir. Ki bu istiqaməti bu istiqamət aparsaq, danışa bilərik. İkincisi, bayaqki söhbətlərdən də bir dənə qeydlərim vardı, onu da deyim. Siz dediniz ki, səbəbsiz bir şeyin olmasının əsasını verin. Kvant səviyyəsindəki dalğa çökməyi səbəbsiz baş verir. Dalğa çöküntüləri səbəbsiz baş verir. O demək ki, səbəbsiz baş verən bir şey var zaten. İkincisi, siz babamın babası məsələsini deyəndə bunu sadəcə monoloq formatında deyirsiniz. Bunun biyoloji tərəflərini ümumiyyətlə girmirsiniz. Çünki nə klassik darwinist təkamül anlayışı, nə də modern genetik rekombinat elmləri, yəni molekulyar səviyyədəki biyoloji elmləri
hal-hazırda klassik formada sizin kimi bir tərif dərdində deyil. Yəni dərdində deyəndə çıxışında deyil. Molekulyar səviyyədə zaten təyin olunan bir dəlillər var. Genetik səviyyədə. Darwinin yaşadığı dövrdə yaşamırıq hal-hazırda. Biz hal-hazırda bilirik ki, insan genetikası necə işləyir, insanın təkamül prosesi necə gedir, məqsədli mi gedir, məqsədsiz mi gedir, hansı proseslərdən keçir, bunun antropoloji tərəfləri də dəstəklənir. Ad istəsəz də verə bilərim. Jane Goodall tərəfindən də dəstəklənir və ya başqa antropoloqlar tərəfindən də dəstəklənir. Yəni bu istiqamət ayrı bir mövzudur. İstəsəniz orada girə bilərik. Amma üç istiqamətdə də nə referent təyin olunmayıb, referenti təyin olunmayan bir obyekt ontoloji fakt olaraq çıxarış səbəbi deyildir. Müzakirəyə açıq da deyildir. Ki biz açdıq amma. Açsaq belə məntiqi istiqamətdən bir rəddiyə verildi, siz qəbul etsəz də eləməsəz də. Üçüncüsü olmalıdır sizin psixoloji tələbinizdir, psixoloji ehtiyacınızdır. Bunu ispat olaraq ortaya qoya bilməzsiniz. Dördüncüsü təkamül mövzusunun biyolojik tərəfləri detallı şəkildə danışılmalıdır ki, siz bu çıxarışı ortaya qoya biləsiniz. Bitti. Sən danışmıyorsan, mənim bir-iki çox mühüm sualım var. Bəli. Ümumiyyətlə, bu zəruri varlıq məsələsində mən niyə təkamülün bioloji dəlillərini ortaya qoymalıyam? O anlamda. Yox, zəruri varlıq məsələsində demədim. Siz babamın babası doğulmayıb, babamın da babası doğulmayıb məsələsində insan varlığı ilə bağlı bir çıxarış edirsinizsə, insan varlığının aidiyyəti olduğu sinifi, yəni kateqoriya, bioloji kateqoriyadan hər hansı bir istinad verməlisiniz. Yəni, bax, evet. Mən desəm ki... Çox rica edirəm, tamamlayayım, qısa tamamlayayım, sonra rica edirəm. Məsəl üçün, babamın babası doğulub, doğulmayıb məsələləri doğmaq kimi, insanın ardıcıllığı kimi və ya insanın sülaləsi kimi mövzularda istifadə edədiyiniz anda sadəcə istifadə eləmiş olmaq xətrinə olmuş olur bu. Çünki bunun arxasında biyoloji bir ton faktor var. Bunun arxasında biyoloji bir ton qaynaq var. Dəlilləndirmə var, çeşidləndirmə var, siniflərin bölünməsi var, qrupların, dəstələrin bölünməsi var. Ki bu işin kökü homo sapiens'e, homo habilis'e qədər gedir çıxır. Yəni mən doğulmuşam, babamın babası doğulub. Bu yəni çox mənə görə təəssüf, necə ki sizin dilinizdə desəm, təəssüf doğurucu bir nümunədir. Çünki bunun arxasındakı böyük bir biyoloji arxitekturanı heçə saymaq deməkdir bu. Babamın babası yoxdur, amma babam var, mən doğulmuşam. Yəni bunu aparıb Tanrıya bağlamaq psixoloji bir ehtiyac ola bilər artıq. Fəlsəfi olaraq desəz, kognitiv ehtiyac. Buyurun, siz dinləyin. Ya, sən argumenti anlamadın həqiqətən. Bax, mən deyirəm ki, mənim babamın babası, bax, diqqət elə bir dənə suala, babamın babası hələ doğulmayıb, dünyaya gəlməyib, təsəvvür elə. Okey, təsəvvür elədim bunu ki, mənim babamın babası doğulmayıb. Necə təsəvvür edin? Babamın babası yoxsa, sən də yoxsan da. Ya, indi mən deyirəm ki, babamın babası doğulmayıbsa, mən doğula bilmərəm də, düzdürmü? Bəli. İndi bunu bilmək üçün mən, yəni mikrobiyologiyanı bilmək məcburam, onu anlamaq. Babamın babası doğulmayıbsa, mən də doğulmuram demək, o demək, mikrobiyologiyanı bilmək məcburiyyətdə falan deyil. Xeyr, mən elə bir iddiadır. Bu argument üçün mənim... Babamın babası doğulmayıb. Bu nə iddiadır? Bəsit bir məntiqdir də əslində. Babamın babası doğulmayıbsa, təbii ki, siz də olmaya bilərsiniz. Mən onu bilirəm. Amma bu o demək deyil də, bu qədər basit bir mövzu deyil. Yəni bu babamın babası yoxsa mən də yoxam, uyğunsuz bir nümunədir. Mən niyə misal verdim bunu? Mən deyirəm ki, biz deyiriksə ki, səbəb-nəticə ardıcıllığı əzəlidir. Deməli, başlanğıc hələ mövcud deyil. Razısanmı bundan? Xeyr. Yaxşı, onda necə olur? Əzəlidən mövcuddur. Necə olur? Nə əzəlidir mövcuddur? Bir bağlayın görək nəyə bağlayırsınız? Səbəb-nəticə ardıcıllığı var. Bu bunun səbəbidir, bu bunun səbəbidir, bu bunun səbəbidir, bu düzdürmü? Bu əzəli olsa əgər, bu nəticə ardıcıllığı var, səbəb-nəticə ardıcıllığı, bu əzəli olsa, başlanğıc mövcuddur ya yox? Başlanğıcın mövcudluğunu hal-hazırki fiziki iddialar, fizikçilərin iddiası Big Bang-dən götürür. Buna qatılmayanlar da var. Yox, okey, mən Big Bang-dən danışmıyorum. Bəsit sual verirəm. Deyirəm, səbəb-nəticə ardıcıllığı əzəli olsa, ehtimal olaraq deyirəm. Olsa, başlanğıc var ya yox? Xeyr, yoxdur. Əhsən, başlanğıc yoxdur. Deməli, bizim səbəblərimiz ki var, onlar hələ də mövcud deyirlər, hələ sabah mövcud olacaqlar, gedirik o tərəfə. İndi mən deyirəm ki, mən baba misalını ona görə gətirdim. Deyirəm, bu hələ mövcud deyilsə, mənim kainatım necə mövcud olub ki, bunun səbəbi mövcud deyil hələ?
kainatın səbəbi ya da səbəbsizliyi mövzusunu aparıb Tanrıya bağlamağı deyirəm, mən problem oradadır. Olmalıdır deyə bir Mən argument Tanrıdan qoyursunuz. danışmadım ya. Əzizim, mən Bax, zəruri əzizim. varlıqdan danışdım. Zəruri varlığa nə deyirsiniz siz? Tanrı deyirsiniz. Adın nə qoysan qoy. Biz zəruri varlığı qəbul eləməyə məcbursan. Xeyr, məcbur falan deyilsiniz. Məcbur. Alternativlərini dedim, məntiqi çərçivədə çürütdüm, amma siz razı deyilsiniz. Sənin gözün bax. Alternativ deməyin belə, alternativ deməyin belə zəruri varlığı qəbul elədiyin mənasına gəlir. Sadəcə olaraq deyirsən ki, bu zəruri varlıq var, ha, bu Allah deyil. Bu başqa bir şey. Bax əzizim, bunun adı manipulativ davranış şəklidir. Ona görə manipulativ davranış şəklidir ki, mən hələ zəruri varlıq dediyin şeyin ontoloji fakt olaraq ortada olduğunu qəbul eləmirəm. Qaldı ki, onu bir varlıq olaraq qəbul eləyəm. Yəni varlıq kateqoriyasına saldığın şeyin, yəni zəruri varlığa varlıq deməyin analitik və empirik təməli nədən ibarət? Hələ bu verilməyib. Ortada referent yoxdur. Ortada referent yoxdur. Yəni obyekt işarəsi yoxdur. Ya bir bağlantı yoxdur, meyarları yoxdur. Siz mənə belə deyək də, yüklüsünüz ki, mən hələ bu qəbul eləyirəm. Əgər mən təxmin eləmirəm da, varsayım olaraq ortaya atıram ki, metafizik bir iddia çıxarışı qoymusunuzsa, metafizik iddia özü-özlüyündə zəruri olması üçün, metafizik iddianızın təqdim edildiyi zəruri olması üçün onun alternativinin olmaması lazımdır. Alternativi olan bir şey zəruri ola bilməz. Bir şeyin zəruri dediğiniz şeyin varlığın alternatifi varsa, yani zəruri varlığın alternatif bir modeli varsa, bu artık siz seçirsiniz diye sizin seçiminiz olabilir. Yani bu alternatifi olan bir şeyden induktif değil, abduktif bir şey çıkartabilirsiniz. Bu kadar sade. Mən yenə də deyirəm, mən burada Tanrıdan danışmıram. Mən burada zəruri varlıq. Zəruri varlıq, yəni sən bayaq çox üzr istəyirəm. Mən səni dinlədim də. hə, Sən əgər bayaq mənə dedinsə ki, bunun alternativi məsələn multiverse ola bilər, məsələn enerji ola bilər, qaranlıq maddə ola bilər. Deməli sən özün də bunun adını nə qoyursan qoy. Denən enerjidir, denən multiversedir, denən qaranlıq maddədir. Amma bunu ağıl bizə deyir ki, bir dənə başlıqda bir varlıq olmalıdır ki, o hər şeyin səbəbi olmalıdır. O olmazsa varlıq ortaya çıxmır. xeyr, kim deyir ki bunu? Yaxşı, bir dənə izah elə onda. Başlanğıc yoxsa varlıq Niyə bilmədiyimiz bir mövzuya Tanrı qoyaq? yox. Mən yenə də deyirəm, qardaşım Tanrı demirəm. Səbəbsiz başlanğıcla bağlı nümunə verdim. Kvant səviyyəsindəki dalğa qırılmalar, dalğa çöküşü. Birinci kvantdakı səbəbsiz ortaya çıxış deyə bir şey yoxdur. Bizim olmaz. bu barədə fiziklərin də çıxışlarına baxmışam. Mən də fizik deyiləm özüm. Mütəxəssisdən soruşaq da. Burada da mütəxəssis var, qaldıra bilərik. Burada da var mütəxəssis. İstəsəniz bəli qaldıra bilərik. Ürəyin istəsə debatdan sonra qaldırarıq, danışarlar mütəxəssislər. Əlbəttə, zaten debatın bugünlükü raundun bitdiyini düşünürəm. Mən də düşünürəm ki, artıq danışmaq mənasızdır bu mövzuda söz. Mən ikinci argumentimi verə bilmədim. Çünki birinci argumentimin heç bir cavabı gəlmədi sənin tərəfindən. Və ona görə ikinci argumenti mən heç keçə bilmədim ümumiyyətlə. Birinci argumenti cavabı gəldi, siz bəyənmədiniz. İkincisi, son dəyərləndirmədir bu. Şey kimi, şəxsi üçün kimi dəyərləndirməyin az bir şey, əlaqəsiz bir şeydir. Yəni birinci argumentinizə kifayət qədər kontrargument verdim, siz bəyənmədiniz. Hələ orada dedim ki, siz isbat yükünü mənim üstümə çəkirsiniz. Bu eləyə biləcəyiniz bir şeydir, bu sizin şəxsi məsələniz. İkincisi, məsələ bundan ibarətdir ki, mən belə başa düşürəm ki, ümumiyyətlə siz varlıq konseptində, yəni varlıq kateqoriyasında hansı empirik və analitik əsasla siz varlığı ontoloji bir çıxış olaraq qəbul edirsiniz, ontoloji bir fakt olaraq qəbul edirsiniz. Bunun hələ bir cavabı yoxdur, referentində cavabı yoxdur. Yəni mən belə başa düşürəm və təklif edirəm ki, əgər siz də razısınızsa, bunların tam detaylı təyini üçün, tam geniş bir təyini üçün model ateizm, spektik ateizm, spektik deizm mən tərəfdə deyil, amma yaxşı dəyərləndirmədir o. Bunların daha yaxşı təyini üçün istinad məsələlərinə, dilin istinad məsələlərinə də biraz değinmək lazımdır. Çünki bu arada çok üzülsem yine böldüm ben biraz bugün bu arada bu orijinal müdafiə pozisyonunu, yani materyalist çərçivədəki orijinal müdafiə pozisyonunu, orijinal deməkdir, yani materyalist çərçivədəki müdafiə pozisyonunu mən ana debat xəttinə saxladığım üçün istiqamətimiz bu şeydə gedir. Yəni buna dair bir etiraz varsa deyə bilərsiniz, format dəyişikliyi də edə bilərik. Yox, format əladır. Format qalsın. Çox mənə uyğun formatdır. Çünki nə bir-birimizin sözünü kəsirik, nə bir şey, kimi fikirlərimizi ifadə edə bildik də. Vallahi qalıb da format. Nə işimiz var formatla?
Yox, o formatı deyirəm. Yəni diskussiyanın formatı yox. Yəni mövzu formatını, konsept formatını deyirəm. Təməl konsept formatı. Mənə fərqi yoxdur. Hansı mövzudan istəsən, yəni bildiyim təbii ki, yekəbaş danışmayım, hansı mövzudan istəsən danışaq, o biraz yekə cümlədir. Mənim bildiyim hansı mövzudan istəsən danışa bilərik. Onda elə bu istiqamətdə davam edək, round həftə içi boyunca. Elə yenə şey mövzusunda, prosto Yox, semantika mövzusunda yox da, yaxşı, semantika. burada bilsən problem nədir? Məna mövzusunda mən iddia qoya bilərəm, bu şəxsi bilməsin. Bildim bax. Prosto bilsən burada bizim şey eləyəcəyimiz ortaq nöqtəyə niyə gələ bilmirik? Çünki iki yayımdır. Mən dayanmadan deyirəm ki, bunun empirik əsası ola bilməz Tanrının. Və sən yenə də bilirsən ki, bunun empirik etalonu nədir, dəyəri nədir? Yox. Bax bizim razılaşa bilmədiyimiz və konseptin, yəni müzakirəmizin daha geniş olmamasının səbəbi budur ki, siz iki roundda hələ də tam olaraq hansı mövqedən argumentasiya qurduğumu çözməmisiniz ya da çözməyə çalışmısınız. Çözə bilmirəm, Çevik. Çünki sən argumentasiyaları açıq vermirsən. Məsələn, bax deyirsən ki, bax qulaq as, deyirsən ki, modern İngilizcə məsələn, Tanrı alternativdir, çox bitdi. Yox, elə bitti demədim, Ezgiya bəy. Mən birinci modal plantinga mövzusunda, yəni plantinganın da zəruri varlıq argumenti var da. Elə plantinga çərçivəsində mən buna rəddiyə verməliyim deyə bilinməsin ki, qəbul olunmasın ki. Yox, qəbul eləməyə demirəm. Deyirəm, ümumiyyətlə sən dediyin məsələlərə izah vermirsən. Termin olaraq deyirsən, keçir və ona görə də mən təbii ki, başa düşməyəcəm səni. İndi məsələn, minimum terminlə danışdım bu gün, minimum terminlə. Bax, bir dənə təsəvvür elə, bax, diqqət elə, məsələn, sən mənə sual versən ki, zəruri varlığın dəlili nədir? Düzdür? Bəli. Mən də deyirəm ki, Burhanu Siddiqin. Hə, nə başa düşün? Burhanu Siddiqin. Deməli, mən zəruri varlığı bir varlıq kateqoriyasında görmürəm axı, Ziya və onu bilməyimiz lazımdır. O görüb görməmək ayrı bir şeydir. Mən 5 əsaslandırıram buna. Bax, mən 5 dəqiqəmi ayırıram. Sən bir dənə suala izah verirəm 5 dəqiqə təfərrüatda. Sən amma izah vermirsən. Sən də sözü deyirsən, çəkilirsən. Sözü deyirsən, bu da təbii ki, mən başa düşməyəcəm də. Bu çox normal bir şeydir başa düşməyə. Mən verdiyimi düşünürəm. Amma sən argumentini təfərrüatda izah edə bilmirsən. Bax, problem oradadır. Mən də burada başqa bir dənə sorğu qoyaq, çox xahiş edirəm. Bax, dostlar, sizdən hamınızdan. Sorğudan əlavə istəyirsinizsə, aidiyyatı yoldaşları, yəni bəlli mütəxəssisləri o gün sizin yayınınıza gəlmişdi. Bu gün də siz mənim yayınıma qonaq olun. Biraz müzakirə edək debatın ana konseptini. Olar. Yox, sənin mütəxəssis dediyin insan, yəni bu sahədəki yox, o mənada demirəm. Ümumi bir müzakirə edək, necə olmalı idi, harda nə baş verdi. Ümumi müzakirə edirəm. Yox, mən buna ehtiyac duymuram ki, ümumi kimləsə bu müzakirə eləyək. Məsələ odur ki, sənin dediyin arqument var. Mən demək istədiyim nədir? Mən demirəm, sən nəyisə belə eləyirsən, nəyisə. Mən deyirəm ki, ola bilər sən düz deyirsən, amma sən izah vermirsən deyə dediyim məsələyə başa düşülmür. Bax, buradan burada sorğu. Mən ona hardan əmin ola bilərəm ki, sən plantingada da istifadə olunan və özün də plantinga şüas kimi bilinir. Mən plantinga şüas deyirəm. Onda Sərxanı günahlandırmaq lazımdır. Zəruri varlıq argumenti plantingada var. Mən plantinga mövzusunun içində rəddiyə verirəm, siz də qəbul eləmirsiniz. Amma zəruri... Sən, bax, problem nədədir bilirsən? Sən məndən soruşdun zəruri varlığın dəlili nədir? Mən də oturdum 5 dəqiqə sən izah verdim ki, zəruri varlığın dəlili nədir? Mənim izahım qaldı qıraqda, sən getmirsən plantingadan danışırsan. Bu bir... Mən danışmıram, əzizim. Siz klassik fəlsəfədən və ya formal məntiqdən dəlil verdiniz, məntiqi bir çıxarış verdiniz, düzdür? Doğrudur. Mən klassikdən ya da Aristo məntiqi üzərindən deyil, modal məntiq üstündən rəddiyə verdim. Bu qəbul eləmək kimi bir mövzu yoxdur axı. Yox, Eldən, hələ ki qoşa bilmirəm. Kimsə qaldırsam, qardaş, Çeviklə yayım ayrılacaq. Qoşmuram buna görə işimə. Hə, məsələ bilsən nədir? İçəbir. Argumentasiyaların maraqları, argumentasiyalar da həqiqətən. Yəni, sənə deyim ki, xoşuma gəlir argumentasiyalar. Amma bu əsaslandırma hissəsi yoxdur. Sanki əzbərləmirsən bunları, argumentasiya və ardı gəlmir. Ardı da var, əzizim. Mən bir ildir materialist bir diskussiya formatı aparım. Mən materialist bir, belə deyək də, müdafiə formatına düşə bilməyim üçün, keçə bilməyim üçün ümumiyyətlə nəyi müzakirə etdiyimi tam şəkildə bilmiş olmağım lazımdır. Bax, bilsən bu nəyə oxşayır? Bax, sənin argumentin. Bax, misal üçün, qıraqdan baxanda mən belə görürəm. Elə bir ki, sualı və cavabı əzbərləmirsən konkret. Yəni, əzbərçilik eləmirsən. Sualı verirsən
və sonra öz əzbərlədiyin cavab var. Ha, onu deyirsən və mən cavabıma qulaq asmırsan. Mən misal üçün çox üzr istəyirəm, də fikrimi yekunlaşdırıram. Çox üzr istəyirəm, sonra deyirəm fikrimi. Məsələn deyirsən ki, zəruri varlığın dəlilləri nələrdir? Mən 5 dəqiqə İbn Sinanın Burhan Siddiqindən danışıram və sonra söz sənə keçəndə sən qayıdırsan, Plantinqanın zəruri varlığından danışırsan və ona tənqid verirsən. Mənim danışdığım o 5 dəqiqə var, qalır havada. İndi mən deyirəm ki, bu sanki nəyə bənzəyir? Bir sualı əzbərləmisən. Mən bilmirəm, amma yəni görüntü deyirəm vallahi bu. Yəni o haqqıma girməyim. Gördüyüm şey deyirəm. Elə bir sualı əzbər bilirsən. Əzbərləmək deyəndə bu pis bir şey deyil. Mən də məsələn filosofların adını əzbərləmişəm. Nəzəriyyələrin adını əzbərləmişəm. Bu pis bir şey deyil. Sadəcə olaraq sən bir sualı, bir cavabı əzbər bilirsən, amma mənim ortada danışdığım o 5 dəqiqə yoxdur, havada qalır. Bax Ziyazım, sən verdiyin argumentasiyaya görə mən eynisini qurmağa, yəni cavabını qurmağa çalışıram. Nəyi verirsənsə, onun başlıqlarını, yəni kritik başlıqlarını yazıram ona görə. Bu əzbərə dayalı bir şey ola bilməz. Əzbərə dayalı belə bir şey olar ki, yəni hamısını bilmiş olasan, ya da hamısını əzbərləmiş olasan ki, sən oradan hər hansısa birini deyəndə mən o cavabını əzbərdən sizə təqdim edirəm. Mən nə bilim sən nə deyəsən? Yox, mən onu demirəm. Mən bilsən necə deyirəm? Sən elə bir verəcəyin sualı əzbərləyirsən və sonra mənim verəcəyim cavabı təxmin edirsən ki, bu Ziya bu cavabı verəcək və onun cavabını əzbərləyirsən. Çünki niyə görə? Yapay zəka deyiləm, Ziya bəy. Vallahi deyirəm, bax Çevik, indi bu yayımı YouTube-a qoyanda bir dənə özüm bax, zəruri varlıq haqqında danışdığımız hissiyə. Gör sənin verdiyin iradla mənim danışdığım məsələ arasında azdan çoxdan bir əlaqə var yoxsa yoxdur? Əzim, zəruri varlığa məntiq çərçivəsində rəddiyə verirəm. Siz Plantinqaya bağlıyırsınız. Mənim danışdığıma vermirsən axı sən Plantinqa. Neçə dənə zəruri varlıq var bəyəm? Bax, zəruri varlıq nəsə? Elə bir çeşid zəruri varlığımız var. Hər birini ayrı-ayrılıqda mən şey deməliyim. Yox, zəruri varlıq əsaslandırması ki var, ki bunu əsaslandırırlar. Bunu təbii ki, fərqli filosoflar əsaslandırmanı, dəlili fərqli cür veriblər. İndi sən, mən İbn Sinanın dəlilini deyirəm, sən Bax, mən bütün şeylərdə qırmızı şəkildə etiketləmişəm ki, heç bir halda danışdığımız zəruri varlığın ontoloji çıxarış olma səbəblərini vermirsiniz. Qaldı ki, onun dəlili və ya təsdili. Vallahi tabii, burada haqqıma girmə, 7-8 dəqiqə buradan. Yox, dediniz, amma o öyle olmur axı, gelir daha dərinliyə problemə. İstəsənsə gələn yayımda bu Tanrıdan izləri mövzusundan danışırıq. İkinci argumentimi qoyaram, onun üzərindən danışırıq. Doğrudan biz danışmadıq onunla. Çünki birincini yekunlaşdıranmadık. Böyük ehtimal yekunlaşdıra bilməyəcəyik də. Çünki mən referentələ də görə bilmirəm. Valla səninlə başqa hamı gördü. Yox, hamı görmədi. Əgər istinad ediniz klassik fəlsəfədirsə, klassik fəlsəfədə də görmədi. Okay, modern analitik fəlsəfədirsə, onda da görülmür. Əgər burada mövzuda Çevik, bu hardasa neçə saat, 2 saat oldu ya, konferim demişdi. 2 saatda gəl mənim dediklərimi, yəni bir yerə toplayıb bir nəticə çıxarda bilmədinsə, bunu 2 saatdan artıq uzatmaq həqiqətən mənasızdır. Doğrudan mənasızdır. Eynisində mən sizə deyirəm. Mən o qədər dediyim şeydən bir nəticə çıxartmaq istəyirəm. 100% də bunu demək haqqım var və biz bunu izləyicilərin şeyinə buraxırıq, öhdəsinə buraxırıq ki, onlar özləri baxıb öz nəticələrini deyərlər. Burada Çevik düz deyildi, ya Ziya düz deyildi. İkisi də səhv deyildi. Bəlkə ikisi də boş-boş danışırdı. Bəlkə ikisi də düz deyildi. Mən əmin deyiləm bütün izləyicilərin nə danışıldığını ümumiyyətlə anlamış olduğunu. O ayrı bir məsələ təbii ki. Mən öz adımdan əminəm ki, mənim danışdıqlarımı anladılar. Bəs problem odur da. Problem odur da sən kütləyə xitabən danışırsan, mən xitabən yox. Mənim danışdığım, mən belə başa düşmədim ki, nə danışırsınız. Siz kütləyə xitabən danışırsınız da. Yox, kütləyə xitabən deyəndə olur. Mən sən ən əvvəldən dedim ki, biz auditoriya qarşısında danışırıqsa, auditoriya başa düşməlidir bizi. Daha görsən, biri yazır ki, ikisi də boş-boş danışır, agnostik insan. Bu təbii ki, elə deməlidir. Sən ateist, mən müsəlman, o da agnostik. O agnostik insandır hesabınadır. Hə? Agnostik insan, hə? Yazıb ikiniz də boş danışırsınız. Rica eləsək qoşulsun bizə, bizi dolu-dolu aydınlatsın da, nə olar ki?
Nə düşünürsən, yekunlaşdıraq yoxsa? Mən də yekunlaşdıraq çünki gecdir, həm də yatar. Siz tamam. Mən deyirdim bir müzakirə edərdik, amma ehtiyac görmürsünüzsə Mən Cevik valla neçə gündür çox dəhşət az yox yatıram. pırnıq yemək lazımdır da, pırnıq yemək lazımdır. Pırnığımız dəyməyib də lan ağarağa. Heç nə, yekunlaşdıraq deyəndə 100% indi yayıma qoşulmaq istəyənlər olacaq ki, aşağıdan yazırlar, qaldır. Bir 10 dəqiqə, 15 dəqiqə də onlara vaxt verərəm. Ürəklərini boşaldarlar. Təbii ki, sənin haqqında yox, ümumi danışarlar nədənsə. Sənin haqqında da Bu danışırlar. arada danışmaq istəyən danışsın sonra, tənqidi açırıq. Etik çərçivədə təbii ki, mən icazə vermərəm. Tənqidi açırıq. Yəni mən icazə vermərəm kimsə təhqir eləsin burada. Amma Təbii ki, tənqid eləmək istəyənlər eləsinlər, problem yox. tənqid əlbəttə ki, tənqid gözəl şeydir həqiqətən və mən düşünürəm ki, olmalıdır. Tənqid olmasa inkişaf olmazdı. Əlbəttə. Heç nömrə evet, sağollaşaq biz sabah yox, sabah məndə alınmayacaq deyə. 3-cü günə sabah Əlbəttə, uyğundur. mən yenə poster hazırlayacağam onda mövzu ilə bağlı paylaşaq əvvəlcədən dostlar xəbər tutsunlar mövzu haqqında. Ondan sonra inşallah danışaq. Bugün paylaşım olacaq, bugün paylaşım olacaq. O birisini çalışacağım. Video hazırdır. Hə qoyacağam bugün YouTube-a bilsin. Videonun bir sənə şey qalıb bir dənə YouTube-a qoymaq məsələsi qalıb. Mümkünsə çatdıra bilsəz qoyarsınız, mən də oradan götürüb şey edərəm. Mütləq. Çalışacağam qoyum bu günlərin. 3-cü gün onda inşallah saat yenə 11-də. Tamam. Ayda, amma hamı futbola baxacaq, düz deyir. Qarabağın Yox, oyunu. onda onu eləməyək. O istisnasızdır, orada o söhbət ola bilməz. Amma dördüncü Qarabağın gün oyunu, Qarabağın oyunu 8-də ya 9-dadır. 9-15 dəqiqə qalmış olmalıdır. Ya da 11-də qutarır da oyun. Qutaranda qoşular, onda mən də o vaxt atacağım. Yəni, 9-a qalmış, təsəvvür elə. 9-a qalmış, sonra 10, 11, ay 11-i çoxdan qutaracaq. Ay Şirxan dayı, sən də çatan ateist deyirsən. Ateist deyil bəyi. Kimi deyirlər ateisti? Sizi. Hə, Şirxan yazdı. Selek ateistlərdə tapmışsan. Sən rəylərə də baxıram bir də. O qayda pozuntusu da. Bu arada Niyə? mən onu ilə o qayda pozuntusudur. Niyə ki? Ya maraqlı gəlir və həqiqətən. Fəsərdən belə baxıram ki, kimdə yazır burada. Fikirləri maraqlıdır. Bəs niyə Yoxsa oldu? sənin nə əlaqəsi var ki, niyə zibilə düşürsən, nə yapırsan? Olsa da nə açıqdan deyimdən rəyləri görür də. Heç sonda 3-cü gün 11-ə razılaşaq sənə. Tamam. Tamam. Düzdür, Liverpoolun oyunu da var 3-cü gün, amma eybi yoxdur. Debata görə keçmək olar oyundan. Əlbəttə. Oldun da. WhatsApp-da əlaqə saxlayarıq. Tamam. Öpürəm, hələlik. Xoşdur. Yaxşı oldu. Görüşərik. Xoş oldun. Hələlik. Görüşərik. Hələlik. Görüşərik.